Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri 205 cəhalət mühəndisliyinə qələbə proqramının 205-ci bölümünü başlayıram. Dünən bəzi məsələlərdən dolayı eləyə bilmədim, oxuyum, çox zərər elədim əslində. Çünki hər gün mən bir kitabı kamil də oxumasam, hər gün bir türk dünyasının uyğarlıqlarından bir uqyanısla tanış oluram və bu mənim türkləşmək sürecimdə özümə inanmaq, milli özlüyümə inanmağıma çox etki buraxır. Gedək şuraq bu günlərə hangi kitab vardı, ona bir baş vuraq və ondan da bir şeylər əgər öyrənə bilsək, öyrənək. Tamam, gəldik. Həndəsə, divan, şirnəvayi, təqvim, türküsünün Dünən, əgər yadımda olsa, ya yadımızda olsa, keçən cələsə Tibbi Zeynəl-Abidin Əfəndini oxuduq ki, adı o deyildi, adı əslində Şəfa kitabın adı Şəfa Əl-Fuad li Həzrəti Sultan Murad. Şəfa Əl-Fuad li Həzrəti Sultan Murad, amma yazanı Zeynəl-Abidin Əfəndidir. Elə buna görə də məşhur Tibbi Zeynəl-Abidin Əfəndi. Türkçü dilində yazılıbdır, çox bir dəyərli kitabdır və çox sadə yazılıbdır. Mən onu çox sevdim. Bir dünyada onun haqqında 662 il bundan öncə də o təxəssüs dili, uzmanlıq dilin çox sadə yazıb və deyibdir ki, o yerlərdə ki, şah ordu ilə gedir səfərə və orada imkanlar yoxdur, orada eləyə bilsin, bu kitaba müraciə eləyərək döhdür olması da yaşaya bilsin. Gedək şöyle bugünkü kitab. Deyir ki, bu kitabın 11 səhifədədir. Cüzvədir də, zahirən bir dənə məqalədir, 11 səhifədə elə görürük bunu. Mən bunu baxdım ki, görüm hər PDF-də nə cürdür. Zahirən bunu yeni zamanlarda bu məmuli dəftərlər ki, biz 40 bərci deyirdik, 40 səfərli də bərcili, 40 yarpaqlı, bərci olur yarpaq. 40 yarpaqlı dəftərlərdə biz alırdıq, məşq yazırdıq. Bu da o cür bir şeydir. Elə burada da görünür bir dənə girə vurublar. Buna gir eləyibdir, onu saxlayıb səfənin əksini salıblar. Məncə bu çox taza yazılmış bir kitabdır, məqalədir əslində. Burada mən indi vərəq vururam, bunu görürük. Bunun yazı şəkli də yaxşıdır, amma bəllidir ki, bu 250 ildən az ömrü olmalıdır. Burada da gəlibdir adama bir nəqqaşı çəkibdir adamı, məsələn orada deyibdir ki, nələr var burada, nə irfanda nələr olur, nələr olmur. Əslində bu səfə 6 səfərlik bir kitab yazıdır, yazıbdır, qutardı. Elə bu rahatlıqda bunu yazıbdır. Bunun o qədər elə bir dəfə oturub yazıbdır, əvvəldən axırı qələm də birdir, yazı da birdir. Səcistani və Süfyan ibn Üneyyətil məzhəb tururlar rəhməti qılğay. Bu şeydir. Bu
Uyğar deyirəm. Çox Uyğurların dilinə bənzətdim bunu. Səcistani və Süfyan ibn Niyyətül Məzhəb Tirurlar nə mənə olacaqdır? Tururlar. Görək, dururlar ehtimalən. Rəhmət qılğay, Allah ki, əhli həqdurlar. Bu 18 məzhəb. İndi yavaş-yavaş bundan tanış olmağımız gərəkir. Həm türkcəsi türkcədir, amma ləhcəsi Azərbaycandan biraz fərqli olduğu üçün bunu oxumağımız biraz vaxt aparacaq. Eyni halda da bəzi kəlmələri bir-birinin içinə soxduğu üçün yenə də bu biraz vaxt aparacaqdır. Səcistani və Süfyan ibn Üneybə əl-məzhəbu tururlar. Məzhəb durmaqlar, yəni olan məzhəblər. Rəhmət qılğay. Allah Teala onlara və bu 18 məzhəb ki, əhli həqdurlar və bunların məşhur olanları, məşhuraqi məzhəb Hənəfi və Şafiidurlar, Xuda onlara rəhmət qılğaylar. Çox gözəl, mən anladım, bilmirəm, dostlar da bunu baş tapdılar ya yox. Mənim zikr bilan Nuzin vaqiələri. Nuzinin o ki axırda yazılıbdır, o n oxunacaq məncə. Zikr bilan, zikr olan, bulmaq sözündən yazılıbdır. Nuzin vaqiələri. İndi bu nuzin nuzinin nuzin nə mənədir? İndi bu özü ayrı bir məsələ. Əhli sülukinin mərtəbi məqamları 40durlar, cəm bağlıdır. Əhli sülukinin mərtəbi məqamları 40durlar. Bu məqamın onu şəriətdədir. 10 məqam həqiqətdədir. 10 məqam mərifətdədir. 10 məqam təriqətdədir. Bu məqamlar 40 buladır. Buldular yəni. Buladır cəm bağlıdır. Biz məmulən buldular deyirik. Buladır. İnsan sulukları Xudağa yaxın bulub vilayət ruhani tapmaq Xuday Teala'nın sirri əsrarları kəşf bulub müşahidə qılsuluğa yetmaqlıq zikri Xuda ilə buladır. O birisi səhifəyə keçsək, məzkur bu zikr Xuda oluq yoldur. Məzkur bu zikr Xuda ululuğu yəni. Uluq yoldur. Xudayın ismi belə məşahid qudusluk ya qudusluk ikisi də bir şeydir. Həman Qudüs kəlməsi də bundandır. Müqəddəs olmaq. Məşahidi qudusluğa yetarlar. Bu zikirlər üstə zikri dal zeynə yazıbdır, burada R zeynə yazıbdır. Bu zikirlər həm bir neçə qismidir. Bu qismlər insanın cismi da 5 cay belə sabitdir. 5 yerdədir insanın cismində deyir o şeylər, zikrlər. Bu məzkur 5 cayni həman ca sözündəndir. Zikr qıladurğan mütəvəccih bulub Xudağa
Göngülünü qərar bəradur. Qəra bəradurğan yırlar. Bunu biraz düzün desəm, bu kəlməni bəradurğan cümləni bir də oxusaq, bəlkə mənisini anlarıq ki, nə deyir. Bu qismlər insanın cismi da 5 cay belə sabitdir. Bu məzkur 5 cayını zikr qıldığın halda ya qıldığın zaman mütəvəccih bulub xudağa göngülünü qərar bəradurğan bıraxmaq. Biz indi bunu bıraxmaq, bəradurğan, həman ğ biraz yerin dəyişibdir. Bəradurğan yırlar, cəm bağlayıbdır. Tamam, bıraxırlar göynlərini, o 5 yerindən zikr edəndə canlarının Allaha bıraxırlar. Bəradurğan yırlar deyib itirirlər. İtirirlər yox. İtərirlər yəni. Bu xəms caylar 5 növüdür. Həm ərəbisini yazıb, həm türkcəsini yazıbdır. Xəms 5 olur. Bu xəms caylar 5 növüdür. Məsələn, insanın çəp tərəfi içaqidin ikilik tübəndür. İni qəlb dib itürlər və yenə məzkur qəlbidin ikilik yuqarı iti sərdib itürlər. İndi bu gəlir bu nəqqaşı gördük. Qocuğun o nəqqaşını tapa bilsək. Bir nəqqaşı çəkmişdi. Bunları deyir. Qəlbidir. Qəlbidən biraz yuxarı. Məsələn, 4 barmaq yuxarı. Bura qəlbidir. Buradan biraz yuxarı başdır. Buradan gəlir, burada əxfadır. Bura xəfidir. Bura ruhdur. Göbəkdir ki, göbəkdir. İndi bu da adam şəkli. Adamın şəklini beləsi çəkibdir. O 5 yer ki, orada gördük. O 5 dənəni burada istədi deyə. Görürük ki, 3'ü burada üstdədir. Bir-birinə qarşıdırlar. Qəlb ilə ruh da burada bir-birinə qarşıdırlar. Onları izah eləməyə çalışır. Xəms deyib iturlar. Bu xəms caylar 5 növüdür. Məsələn, insanın çəp tərəfi imçaqdın, bu nə kəlmə, bu nə deməkdir? İkilik tübündür. İkinin tübəndir ya da. Tübən həmən bir istirahdır. Bu içə tərəf. Qəlbidin hara getdi? Məsələn, insanın çəp tərəfi içaqdin, iç tərəfdən ikilik tübən. İkilik burada var çəp tərəfində. Bir dənə ortada, bir dənə burada, bir dənə burada. 2 dənə. Yəni, ikilik tübəndür. 2 tübün var. Ehtimalən 2 düyün var. Bilmirəm, o cür bir şey. İndi bu tübən oxuyaq, düyün oxuyaq, nuqta oxuyaq, yer oxuyaq, onu ini qəlb edib. Birinə qəlb deyirlər, ini ya biri. İni, biri, qəlb edib. Yuqarı, iti sərdib. Burada biri də sərdib deyirlər. Buna da baş deyirlər. Yəni, qeydisaq, geçsək ora. Görərik ki, bundan yuxarıya sər deyir. Biraz yuxarı çıxmır əlbəttə bura. Bəli, burada da zahirən nəqqaşısına baxanda burada olur. Sər deyib iturlar. İndi bu ikilik yuqarı, yəni yuxarı, iti sər deyib ona, sər deyib iturlar və yenə onun tərəfindəki, onun bu tərəfində içaq, içəridə din,
ikilik, bir ikilik, tüben var. Ani ruh deyip iturlar. Onu da ruh deyip, bunun adına da ruh deyirlər. İkilik yukarı, gene ikilik yukarı. Bu aşağıdan elbette, buradan dedi. Ruh burada oldu da, kalbin bu tarafında oldu. Gene bunu qeysaq. Ve yine məzkur qəlbidin ikilik yukarı. Qəlbidən ki buradadır, bundan ikilik dedi, bu yüzlük. İkilik ehtimalen yani tayı. Yani burada qəlb oldu, bunun tayı ikilik. Burada şey oldu, burada ikilik. Burada şey oldu, burada ikilik. Yani tayı. Biri yukarı olur, biri indi dolayı. İhtimalen burada ikisine de yukarı dedi. Ona göre. Qəlb-i məzkurin ikilik yukarı, iti ser dedi. O bu oldu baş. İtüler, itular. Ve yine onun tarafındaki yani bu taraf, düz taraf sözünü burada yadda çıxartmışdıq. İçak içine din ikilik, yine bir ikilik, tüben ani ruh deyip iturlar. Ona da ruh deyip tutarlar. İkilik yukarı, onun da ikilik yukarı, ana xəfidirlər. Ona da xəfi derler. Məzkur iki içakının ortasıdanı, o ikisinin ortasında. Məzkur iki içakının ortasıdanı ihva derler. Bunun ikisinin ortasındakine ihva derler. Bu beş çayını ya cayını ismleri olgusu kalbi. İkincisi ihtimalen ikincisi ruh, üçüncüsü üçüncüsü ser, dördüncüsü tanış olur. Xətti çox gözəl yazıbdır. Tövzihin də çox sadə dediği üçün adam rahatca bunu oxuya bilir. Məzkur bu beş yerini olur yer yani. Bu beş yer ki sinəmizdə var, buradan göbəyimizdən üstə. Məzkur bu beş yerini, yani əvvəlkisini, hemen əvvəlkisini qəlb deyib idük demişdik. İdük yani dedik. İni zikri qəlb deyib itilir. Buna ini zikri, burada da RZ ile yazıb. İhtimalen dal z'dir, beləsi düşür. Zikrini qəlb deyib itilir. Hazreti Adem aleyhisselamın nuridir deyirlər ki, Hazreti Adem aleyhisselam nuridir, itilir. Bu nur səriq nurdir. Səriq ehtimalen hemen ya səriq hemen ya sərmaq mənasındadır ya da səri mənasındadır. Bu nur səriq nur deyib itular. Bu nurni işanlar olar. Qızıl səriq mail raqdur. Bu nurni işanlar qızıl səriq maildir. Mail raqdur. Mail raq kəlməsini izafə edib ona. Deyib təlim qururlar, təlim edirlər. Zikri qəlbə Salam aleyküm. Xoş gördük, xoş gəlmisiniz. Zikri qəlbə mütəvəccih bulub ismi zat qılələr. Ana sabit buladur. İsmi zat-ı xudağa, Xudanın bir isimləri Allah, Allah, Allah deyib tamğay qatılını bənd qılıb yapıştırıb zikr qıladır. Nəfəs qıstab təng bulğanda, yəni Allah, 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 Allah. Nəfəs qıssalıb təng gələndə, yəni darlaşanda, bulğanda bu deyib ya süpu deyib nəfəsini qoyadır. Tadışda nəfəsini alır da. Qoyadır.
İstə Rənə Anden yenə telini tamğa qeyda bənd qılıb Allah 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 deyib bu zikirlərə keçir, zikirləri nəcr eləyəcəklər. Dedim, bu məncə bir şeydir, yəni irfan mərhələsində ya dərvişlərin mərhələsində nə cür içəridə otururlar, nə cür təmərküz eləyirlər, Allah Allah deyib onu nəfəsi nə cür çəkirlər, nəfəsi nə cür verirlər. O şey ki, bu günləri şeydə, məsələn, indi insanlar gedirlər ya Hindistana, ya nə bilim təbbətə gedirlər ki, onların mollalarından bunları öyrəsinlər, nəfəsi nə cür çəkək, nə cür verək, nə cür təmərküz eləyək. Bu onu deyir əslində. Yəni bu kitab indi neçə yüz il bundan qabaq yazılıbdır. O şeydir. Bunu indi əcəba axirəcən oxuyayım, yoxsa bunun şey olmağı bizə burada o şəkli görürük və burada o şəklin üstündə Allah Allahı harda təsəvvür edirsən. Məsələn, mən yadıma gəlir, cavan ikən hipnotizm, xud hipnotizm belə kitablar oxurdum çox. Orada deyirdi, məsələn, qaşları arasında bir nöqtə təsəvvür elə, zehnini yığ ura, hər yerdən zehnin boşalsın, fəqət orada mütəmərkiz ol. Bu da nə deyir? Bu da deyir ki, Allah Allah deyəcəksən, Allahı, məsələn, burada əvvəl qəlbində, sonra qəlbindən biraz üstə, sonra ruh, burada qəlbin bu tərəfində ruh, bu tərəfdə xəfi, burada ixfa, bu cüzü tutacaqsan və bunlarda Allah Allah, bunlarda təsəvvür edəcəksən ki, Allah bu kəlməsi ilə bunlarla burada toplamısan Allahı məsələn. Və beləliklə bir təmərküzə, bir fokusa yetişəcəksən, bunu deyir. Məncə çox cəlib bir şeydir, amma nə qədər bunu faydalanıb bildik, fikirəm ona bir usta lazımdır ki, bunları adama öyrətsin. Dili hər halda bir 2 səhifəyə yaxın oxuduq. Məncə çox rahatca bu dili oxumaq olar. Ağır bir şey deyil. Amma üçün çox da qədimi kitab olmadığı üçün bunu burada elə qoyaq və ha belə bir də 11 səhifədə kollən, yəni 6 səhifəlik bir məcmuən 6 vərəqlik yazı ilə üzbəyüz. Gedək bir başqa kitabda indiraq Rəsail-i İrfani Qadiriyyə. Bu görək nə cür bir kitabdır. Deyir ki, bu 135 səhifəlikdir. Mən bunu bir mütəəssifanə bunda ayaqbaş vurublar. Kitabın özünü beləsi görürüm, ayaqbaşdır. Bir neçə səhifəsi qeydə əvvələ. Bu kitabın əvvəl kitabı biraz kiçildək, burada yerlədək. Bu günləri İrfan gəlibdir. Heyf oldu, elə qabaqçını da oxusaydıq, fikir edirəm bəlkə. Dostlar, bizə mollalar təəssüflə dini zülmə çevirdilər və zülmüdən, cinayətdən baş çıxartdılar, himayət elədilər, din adına zülm, cinayət elədilər. Bu da səbəb oldu ki, bizlər hamımız dindən qaçdıq. Təbii olaraq, haqq olaraq. Yəni, məncə bu insanların haqqıdır. Hər şey ki, zülm edir, din də olsa, Allah da olsa, ondan uzaq durmaq lazımdır. Mən belə düşünürəm. Yəni, amma bunu da mənim düşüncəm budur. Mən demirəm, hamı qəbul eləsin, hamı mənə tay düşünsün. Yox, hər kəsin özü ağlı vardı, təcrübəsi vardı, inancı vardı. Mən qeydirəm qədimi kitablara, həm türk dilini oradan öyrəşirəm, həm dini təzəşdən oradan öyrəşməyə çalışıram və mollasız dinə də məxsus baxışım var mənim, özümə görə. Yəni, bu 60 ilə Allah mənə ömrü veribdi, o 60 ildə deyək bir tədad kitab oxumuşam, bir tədad biraz düşünmüşəm, biraz yazmışam. Özümə görə bir düşüncəyə yetişmişəm, İslama görə, dinə görə. Məncə o insanlar ki, gedirlər, rəvan pezeşkə gedirlər, yəni ruh döktürlərinə gedirlər, ruhları aram deyil, filan deyil. Dinin bir işi budur ki,
insanlıq, hər halda bunu deyək ki, insanlıq toplumunda bir də insanlar zəif olacaqlar, bunlar çoxdular sayı, bir də insanlar güclü olacaqlar, bunların sayı azdır. Amma o sayı az adamlar iki şeyin içində o çox insanları əzəcəklər və əllərində idarə edəcəklər. Bir bu iki onların pulları var, bir də bu iki silahları var. Ona görə güc onların əlindədir. Pul və silah, sərvət və silah bunların əlində olduğu üçün dini də bunlar istifadə edərlər. Hər şeyi, əxlaqı da bunlar düzəldərlər, dini də bunlar düzəldərlər. Hətta Hz. Muhammed sallallahu aleyhi və səlləmin özünə belə diqqət edəsək, pullu ailədən gəlir, güclü ailədən gəlir. Yəni bunun ailəsi, deyək ki, Eli tayfası, Bəni Haşim tayfası, kasıb tayfa deyil. İqtisadın qaynaqlarının bir bölümü bunların əlindədir. Ayrı məmləkətlərdən, ayrı eldən, obadan gətirirlər, burada satırlar. Bir şeylər də buradan yığırlar, aparırlar, onlar da satırlar. Bu birincisidir. İkincisi bu ki, orada bir mərkəz düzəliblər ərəblər. Orada müsəlmanlıqdan qabaqda tamam ellər, qəbilələr nə cür olubdur, niyə belə eləyiblər bilmirəm. Allahların ki, düzəldiblər mücəssəmə şəklində, heykəl şəklində bunları götürürlər, gətirirlər, qoyurlar orada bir evə. Bu çoxlu el tayfa bir dana qərarlarda yetişiblər ki, biz ildə 4 ay haramdır, burada biz 4 ay savaşmaq haqqımız yoxdur. Savaşırıq, savaşın ortasında dedilər, ağa, ay başlandı, hər kəsin gedəcək evinə. Belə bir şey var, aydınlıq var. Ondan sonra da heç kəsin Allahına tohin eləməyəcək. Allah azaddır. İndiki inancı da odur. Ha, deyir ki, Allahı hər kəsən özü öz əqli ilə, öz zehni ilə inanacaqdır. Yenə də burada azadlıq ki, orada vardı. O, orada fəqət bu ki, Allahı görüntü olaraq qoyurdular ora. Hər kəs o birisinin Allahına iman gətirirdi. Gətirmirdi, üstüsəm. Qəbul eləməsəydi ona ihanət eləmirdi. İndi isə adamlara deyirlər ki, sən Allahı özün tapacaqsan əqlində, beynində. Özün yaradacaqsan. Allahı qabaqsan adamlar xurmə ilə, daşla, kəssə ilə, ağaçdan yonurdular, yonturdular, düzəldirdilər, bişirirdilər, apardı qoyurdular orada. Deyirdi, bu mənim Allahımdır, bu mənim elimin, tayfamın Allahıdır. Bu yer Allahıdır, bu göy Allahıdır, bu ulduz Allahıdır, bu gün Allahıdır, bu isti Allahıdır, bu soyuq Allahıdır, bu su Allahıdır, bu nə bilim, almanın Allahıdır, bu heyvanın Allahıdır. Deyirdi, qoyurdu ora. Heç kəsin də ona demirdi ki, sənin Allahın niyə heyvadır, sənin Allahın niyə xurmadır, sənin Allahın niyə məsələn atdır, sənin Allahın niyə məsələn eşgəhdir, sənin Allahın niyə məsələn bu şəkildədir. Heç kəs bunlara bir şey demirdi. Yəni hamı deyirdi ki, mən onun fikrini, düşüncəsini, imanını qəbul edirəm. Amma onların sayəsində bunlar ildə 4 ay savaşmırdılar. Savaşdan çəkilirdilər, gedirlər evlərinə. Ondan sonra bunlar bir-birlərinə hörmət qoyurdular, bir-birlərinə. Bir də ki, ildə gəlirdilər bunun dövrəsində, hey fırlanır, hər kəs gəlirdi, öz Allahının dövrəsində ziyarət edirdi. Buradan da pul çıxırdı. Bu sirvətlər hamısı Hz. Muhammedin elinin, tayfasının, nə bilim, yemək satan bir ayrı adam idi. Amma burada da bir şeylər bunların əlində idi və sirvət qazandı. İndi qoydu Muhammed, Hz. Muhammedin ixtiyarında. Görürük ki, elə bu sirvətlə insan, o birisi insanları kimlərdilər? Bunlar savaşda ya dədənənəsi, məsələn, gediblər savaşda, ya oğurlayıblər uşağı, böyüyü, arvadı, kişini gətiriblər, satıblar, ya da ki, savaşda tutublar, gətiriblər, satıblar. Bunların hamısını özünə cəzb edir, özünə xət. Görürük Hz. Muhammedin əvvəl 10 ildə bunlardan sonra, yəni bu kasıblardan sonra ki, heç zıtları yoxdur, zülm altındadılar, ailələrindən qopurlar. Bunlardan sonra təqribən ayrı adam gəlib qoşulmur Hz. Muhammedə. Yəni o dövlətlilərdən, o ev eşiyi, əlbəttə ev eşik də yox idi o zaman. Bunu da nəzərdə tutaq ki, Məkkə dediyimiz yer, ya Mədinə dediyimiz yer ki, indi bu günləri şəhər deyirik. Bugünkü şəhər ya bugünkü Mədinə deyil. Bizim əslən düşüncəmiz fərqlidir. Siz bu dostlar ki, 50 yaşları var, 60 yaşları var, onlardan soruşun, dədəzdən, nənəzdən soruşun, görəcəksiniz ki, qədim kəndlərdə pəncərə yox idi ki.
Baca olardı, baca idi. O da hər yerdə belə olmazdı. Yəni məsələn çət dediğinizdə məsələn bir dənə ev var idi məsələn deyək ki onun tiklisinin hamısı 50 metrdə 15 nəfər, 20 nəfər orada yaşırdı. 4-5 qardaşın arvadı var idi, 4-5 gəlin var idi orada. Hamısı elə orada bir-birinin yanında yatırdılar. Bəzən əgər imkanları olsaydı bir pərdə çəkirdilər, orada qalırdılar. Olmasaydı o pərdə də yox idi. Bəzən gedirlər də təblədə yatırdılar. Yəni bu qədər şeydir. Bizim zehnimizə gəlməsin deyək, bəlkə o zaman Həzrət Məhəmməd məsələn Məkkə dediğiniz yer bir şəhər idi. Yox, oranda məsələn çox olsaydı bir 200, 300, 500 dana evi var idi. Yox, çox olsaydı yox idi. Yəni bu qədər ev olanda böyük bir şey olar. Ticarət olar. Heç zaman yəni tarixdə bir çət deyək ki, orada bir 1000 dana ev var idi. Yox, sonralar yavaş-yavaş insan çoxaldıqca, xüsusən onlarda ki, su da yoxdur, yemək də azdır falan, onlarda azdır hər halda. Hər halda din, əxlaq, fəlsəfə, bunlar hamısı böyüklərin, pulluların və güclülərindir. O, zəifləri idarə eləmək üçün. Əslisi budur. Amma bu insanlar ki, zəifdirlər, bunlar ruhları rahat olsun, o çətinliklərlə keçinə bilsinlər deyə, ya gedəcəklər Təbbətə, ya gedəcəklər Hindistana, ya gedəcəklər Çinin məsələn o vərzişlərinə, filanlarına ki, işlərindəki o şeyləri boşaltsınlar, o düyünləri açsınlar. İslamda da irfan gəlibdir ortaya, dərvişlik gəlib ortaya, namaz gəlib ortaya. Namaz həman işi görür. Yəni namazda duranda, səhvdə duranda baxıb görürsünüz, hamı mənə taydı. Bunlar da elə məsələn çörək, 3 dəfə çörək yeyirlər. Biraz indi aşağı yuxarı. Yəni insanlar bunu bir özlərinə təskim. Çünki insanın yaşamı tamamən dərddir, qəmdir, kədərdir. İnsan doğulanda belə şapalaqla, ağlamasa əvvəl ona şapalaq vurub ağladacaqlar. Yəni nənədən doğulanda ya gərək özü ağlaya, ya da onu şapalaqlayacaqlar, ağladacaqlar. Zində ondan sonra elə acalacaq, ağlayacaq. Çünki çətinlikdir, yəni nə cür yaşasın ki, ağlamasa yaşaya bilməyəcək. Elə o uşaqlığımızı, böyüklüyümüzəcən görür. Biz gedib birinə işləyirik, o nə desə onun sözünə baxırıq filan. Bəhman ta eləyə bilək ki, çörək çıxadıq. Bizim yaşayış həmişə, insanın yaşayışı həmişə çətinliklədir, mütəəssifانə. Mərəzçiliyi var, təsadüfü var, sınığı var, salxağı var, nə bilim, yanmağı var, davası var, savaşı var, küsülüşü var, barışı var. Yəni bunlar içində hərdən bir şadlığı var. Yəni bu da heç insanın yaşamı həmişə şadlıq olar. Instagramda, orada, burada bunları görürük, bunlara inanmayın dostlar. Öz zindecanlığınıza baxın. Doğru zindecanlıq elə öz zindecanlığınızdır. Instagramda adam, bunlar bu cür deyil, hər yeri elə bir cür, məsələn, şadlıq olsun. Yox, zindecanlığın %99'u, hətta bəlkə çoxu, %99-99'u əziyyət çəkməkdir, işləməkdir, yorulmaqdır, məriz olmaqdır, bədəninin ağrısıdır, ruhunun ağrısıdır, bunlardır. %1'i hərdən bir-birini sevsə, bir-birindən ləzzət aparsa, nə bilim, bir şey olsa, biraz gülə bilsə, o gülməyə qənimətdir. Elə yap belə odur, ondan sonra bir şey yoxdur. Bunun üçün dinlərin də işi budur ki, ortada o acıları, o ağırlıqları, o pislikləri biraz yüngülləşsin. Dinin işi budur. O çətinliyi, acılığı, o dərdi, o qəmi, o kədəri biraz yüngülləşsin. Bu günləri gedirlər rəvanşinasa, bir dünya pul verirsən, aylar gedirsən ora ki, aynı işi görsün ki, din də görür. Həman işdir. Ya getginən Təbbətə, ya getginən Çinə, ya getginən Hindistana, nə bilim, fala baxana get, talihə baxana get, nə bilim, dua yazana. Bunların hamısının işi budur ki, biraz deyəsin ki, dünya belədir, mən biraz özümü boşaldım. Birazdan əski xanqahdan Güney Azərbaycanda gedibdi bir video götürübdi. Nə qədər pillə gedir zirzəmiyə, yerin altında otaqlar, şimdi şeylər düzəldiblər, göz yəni deyək.
O ağacları da bəzəyiblər, oradan bir şey nur da gəlmir, orada otururmuşlar, məsələn, Allah, 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 Allah. Həman o işi gedirsən, nə bilim, müxtəlif şeylərdə görürsən, o da orada deyir, orada səni nə cür, yoga, falan, bunlar hamısı, yoga bir dininkidir, İslamda da, məsələn, gəliblər, düzəldiblər, şeyxlər var, dərvişlər var, ariflər var, irfanlar var, filanlar var, bunlar da bunu deyiblər. Bunların ən əskiyi, aşağı təbəqəsi ki, ruhaniyyəyə mollalardır. Və cəlib budur ki, mollaları onlar qəbul eləməz, dərvişlər, o ariflər, irfanlar, irfan əhli. Mollalar da onları qəbul eləməz. Bunların ikisini, çünki mollalar ən aşağı təbəqəsidir. Ən savadsız təbəqəsi, ən düşüncəsiz təbəqəsi mollalardır İslamda. Dərin təlim almazlar. Dərin təlimləri olmaz. Dərin ibadətləri olmaz. Mollaların ibadətləri 5 vaxt olsa o da. 5 vaxt da yıqılmazlar, onu 3 vaxt elərlər. Ondan sonra da zahirdə qalarlar. Yəni insanın içindən işləri yoxdur mollalar. Mollalar insanın beynində, ruhunda nə çəkir, nə əziyyət çəkir. Əslən bunlardan düşüncələri yoxdur. Mollaların düşüncələri yemaqdır, seksidir, tualetə getməkdir. Yəni bura, orta və dalı. Ortanın aşağısı ilə dalısı, bir də bura. Şimdi bura deyil, üzrsən, bura. Yəni mollalar bu üç danadan izafi heç zat bilməzlər. Tamam kitabları da bu üç dananın üstündədir. Yemaqdır, yatışmaqdır, ya sevişmaqdır, beləsi deyək, və tualetə getməkdir. Bundan sonra mollalar heç zat bilməzlər. Kitablarında da bunlardan sonra çox bir şey tapa bilməzsiniz. Demirəm olmaz, orada da bir oğurluqdan, zatdan yazarlar, şimdi onların hamısı ilə buna, bu ağzadır. Tamamen baxsız görərsiniz ki, bunlar aləti tənasüli dalı və qabaq. Yəni o iki qismət, həssas qismət, şəxsi qismət. Bu iki qismətdir, bir də bu yemaqdır. O halda ki, insanlığın və toplumun bir işi bu beyindir, nigeranlıqlardır, eşqidir. Bu mollalar eşq bilməzlər nədir, məhəbbət bilməzlər nədir, irfan bilməzlər, ruh bilməzlər nədir. Risalə ilə danışmaqdır da. Məsələn, o da özünün risaləsidir. Orada bir nəfər, bir molla oturubdu, yazıbdı, qabaqçıların üzündən fotokopi eləyibdi, onu yazıbdı, onu olub risalə. Bunlar ondan sonra bir işler. Orada siz gedin görün bir şey tapıbdır ki, sizin ruhunuz nədir olsa. Yox, orada deyir ki, malı oğurlasan, yesən, nə cür pahlayacaqsan, gətirəcəksən mallıya, biraz verəcəksən. Deyəcəksən, mən məsələn 100 milyard oğurlamışdım, bunu paylamaq lazımdır. O da deyəcəkdir, %25'in ver mənə, paç oldu. Görürsünüz, beləsidir yəni. Mollalar əslində İslam düşüncəsində, müsəlmanların düşüncəsində bu adamın kitabı o cəhətdən çox önəmlidir. Bu ki, Uyğur xəttində yazılıbdır. Dedi ki, 40 məzhəb var İslamda. Bu 40 məzhəbin ən aşağısı, ən əskiyi, ən düşünməməzi, ən topraq üzrə yaşamaq, heyvan kimi yaşamaq səthində olanı mollalıqdır. Onun üçün ki, mollalar zülmün yanında durdular. Çünki bunlar ən aşağıdırlar da. Bunlara pul gəlsin, yemək gəlsin. Bu yemək, yatmaq gəlsin. Bunlar bu üç danası təmin olsun. Ağzı, qabağı, dalısı. Bu üç dana təmin olsun. Bu üç dananın yolu açılsın. Mollanın işi təkmildir. Qutuldu getdi. Ondan sonra gələcək deyəcək ki, nədir buradan oğurladın, gedin. Bunu nədir düzəldəcəksən, gətir biraz pul vercinən. Özgə ilə nəcür elədin, onu neynəyəcəksən, özü xanımıvla, öz ərvunla neynədin, onu neynəyəcəksən, tualetə gedəndə neynəyəcəksən. Bundan sonra bir şey yoxdur. Namazı da, dedim, yəni bu namaz bunların əlində yap aşağı səviyyədə olan ibadətdir. Əslən ruha toxunmazlar, əslən insanın içində nə keçir, düşüncələrində nə keçir, onlara toxunmaz olurlar. Ona görə İslamda da bu bir iddə gəliblər, bizim məsələn ruh dediyimiz bir şey var.
Bizim içimizdə nigaranlıqlarımız var, bizim mərizçiliyimiz var, sağlığımız var, qolumuz sınır, qıçımız sınır, kəsilir, adamlar ölür, uşağımız ölür, dədəmiz ölür, nənəmiz ölür, arvadımız ölür, ərimiz ölür, oğlumuz ölür, qızımız ölür, qardaşımız ölür, bacımız ölür, yaxınımız ölür, özgəmiz ölür, aşiq oluruq, ayrılırıq, ayrı düşürük, qürbətə gedirik. Bunların hamısını deyib, ağa bunlarda bizim dərdimiz var. Əlimiz çatmır bir çox şey almağa, bir çox şeyə əlimizə bəzilərinin barı da bizim yoxumuzdur. Burada bizim içimizdə düyünlər var. Bu düyünləri nə cür çözək, nə cür həll eləyək deyə İslamda da 40 yol deyir. Bu adam yazıbdır, Allah rəhmət eləsin hər kəsdir. Deyir ki, gedəcəksən, oturacaqsan, deyəcəksən ki, mənim bədənimdə bir qəlbi var, bir ruh var, bir baş var, bir xəfi var, bir də ixfa var. Bunları tutacaqsan orada, gedəcəksən orada az yiyəcəksən, gündə bir dəfə, onda az, ya 2 dəfə, ya az, oruç tutacaqsan çox, orada nəfəs çəkəcəksən, nəfəsin gəldikcə Allah, 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 dünyadan qırılacaqsan, gedəcəksən bir yerə ki, orada adamları görməyəcəksən, gələn yoxdur, gedən yoxdur, səs gəlmir, kullən qəti rabitəsən. Özü təmizləyəcəksən, bura getmək üçün gedəcəksən, yuyunacaqsan, təmiz. Ondan sonra o təmizlik ki, yuyundun, ondan sonra gedəcəksən, yenə bir dəstəmaz alacaqsan, əli yuyacaqsan, üzü yuyacaqsan, ayağı yuyacaqsan, boynu yuyacaqsan, qulaqları yuyacaqsan, burnu yuyacaqsan, ağzı için yuyacaqsan, bunları eləyəcəksən ki, mən gedirəm burada, bunlar mütəmərkiz olmaq, təmərküzün yığışaq bu ki, içimlə, özümlə, içimlə, ağlımla bir rabitə qura biləm, dünyadan qırılam, gedəm ruhuma, saçam ruhuma. Bunun üçün müqəddəmədirlər, ön hərəkətdirlər. Bunlar səni bir dana hərəsi, o zaman gedirsən, məsələn, duş tutursan, bir deyirsən, tamam, mən gedirəm yavaş-yavaş, orada bu xəlsiyə girəm. Gedirəm bu, bunlar hər mərhələsi səni Allah, 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 niyyət edirəm filan, bu cüzü deyə yuyursan üzümü, gözümü, gedirsən orada oturursan, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allah, 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 Allah. Az da çörək yeyirsən, çox burada təmərküz edirsən, o Allah, Allah, Allah deyə bir şey. Burada nə olur? Sən bu çətinliklərdən, bu şeylərdən deyirsən ki, bax, mən bunlardan qırıldım yaz. Biraz qırılırsan. Biraz ondan sonra fikir gəlir ki, ola mən məsələn bir dana çörəyin yarısı, bir fəthirin yarısı ilə diri qalıram. Mənə ehtiyacı yoxdur ki, bir belə məsələn bir dana paltarı mən 10 ildə giysəm paltarda, bunun tazasını da giysəm tazasını. İnsanlar nə ərzişi vardı ki, insanlar mənə deyələr hacı deməyələr. Mən Məkkəyə gedəm ya getməyəm. Dostlar, Məkkəyə getmək bir turistik işdir. Bir ticari işdir. Allah hər yerdədir. Əqrəbu iləykə min vərid, mən sənin şah damarından sənə yaxınam dediği yeri Məkkəyə getmək lazım deyil. Məkkə sənin evindədir. Tamam, orada getməyin bir ayrı mənası var. Gedirsən orada İslam dünyasını görürsən, insanların bu ki, hamı bir sənin içindədir. Allahı sən yaradırsan, sənin beynində yaradır. Buna ehtiyacı yoxdur. İnsanlar sənə deyirlər, o, elədir, belədir. Onların dedikləri, demədikləri sənin zindəcanlığı, yaşamağı, yol yöntəmin təyin etməməlidir. İnsanların demağı ilə olsa Molla Nəsrəddinə bənzərik ki, eşcəyə özü mindi dedilər, niyə arvadım mindirməyib? Arvadım mindirdi dedilər, niyə özüm mindirdi? Eşcəyə ikisi mindi dedilər, niyə eşcəyə yüz? Yəni biz insanların demağı ilə, oturmağı ilə gedənlər əsirdirlər, yesirdilər və bir yerə də çatmazlar. Gündən günə borcları çoxalar, dərdləri çoxalar. Allah qızımı ərə verəcəkəm, bunun filan kəs filan cahaz veribdi, mən də verim ya yox. Cahaz verməz. Nə olacaq məsələn? Adamlar desinlər ki, qızına cahaz vermədi. Nə olar məsələn? Məsələn, mən özüm qızıma cahaz verməmişəm. Nə olsun ki, məsələn, verməmişəm? Yəni, məsələn, nə olacaq? Adamlar desinlər, insaf əli qızına cahaz vermədi. Vermədi. Nə olsun məsələn? Yəni, onların demaqları mən onların demaqları üçün gedim özümü borca salım, çətinliğə salım, nə bilim, bunun qapısına gedim, bunlar vam alım, filan alım, bunlar. Yəni, bunların ərzişi vardır ki, deyəm, onlar mənə nə deyəcəklər? Məncə yoxdur. Məncə əslən ərzişi yoxdur.
Dərvişlərdən, doğru dərvişlərdən, şeyxlərdən, ariflərdən danışıram. Bunlar da dünyadan qırılmaq üçün deyiblər, mənə əslən elə o cəhətdən mən mütəqidəm, erkəklər, yəni kişilər xanımlardan fərqlidir. Xanımları bu teknoloji, bu sənət bir cür eləyib ki, bunlar bir-birləri ilə rəqabəti, bu ki, mən rahat olum içimdə ruhum rahat olsun, fikrim rahat olsun, dünya ilə, biləxərə gəlmişəm, dünya acıqlıqdır, filandır, bu acını çoxaltmayayım, borcu çoxaltmayayım. Bunlarla deyil. Amma kişilər görürsünüz ki, məsələn, bir dəst xoş şalvarla 20 il, 30 il yaşaya bilər. Bir başmaqla yamayıb belə yaşaya bilərlər. Xanımlar amma yox, yaşaya bilmə, elə eləyiblər, yəni bu kişilərin bir hissəsi sərmayədarlıq elə eləyib ki, bunlar müsabiqə verirlər ki, fəqət mən alım nə edəcəksə, heç təzəşdən bunları da giymir, istifadə eləmir, dərdə də dəymir. Nəyə alır, yığır, nəyə borca, nəyə dərdə, qəmə salır özünü, bu da bəlli deyil. Bu İslamın əsli işi, yəni tamam dinlərin, tək İslamdan danışmıram. Tamam əsl insan dinlərin əsli işi, etiqadların, elmi olsun. Siz gedin indi nə bilim nəyə gedirsiniz? Məsələn, hipnotizmə gedirsiniz. Nə bilim rəvanşünasa, rəvankava, nə bilim duanevisə. Hər yerə gedin. Bunların hamısı buna görədir ki, insanlar bunu tapıblar. İnsanların içində nigerançılığı var. Bilmir sabah nə olur. Həmişə ona nigerançılıq, ümidi, nigerançılığı var. Sabahından pulum yetişəcək, yetişməyəcək, sağlığım, qocalığım. Bunların hamısını nigerandır. Evlənə biləcəyəm, evlənəməyəcəyəm, ərə gedə biləcəyəm, gedə bilməyəcəyəm. Cavanlıqda da bunlardır. İş tapacağam, tapmayacağam, yaxud gəlirim məni görəcək, görməyəcək, uşağımın əri, arvadı, yaxçı olacaq, olmayacaq. Nə bilim, zindana düşüb, çıxacaq, çıxmayacaq. Bunlar hamısı nigerançılıqdır. Siqar çəkir, motaddır. Bunların hamısı nigerançılıqdır. Xüsusən dədənəniyə. Onun üçün bir yol axtarır ki, biraz yumuşala, biraz rahatlaşa, biraz şey ola. Neyini gedir? Dinlər yaranıblar. Bunlara cavab vermək üçün dinlər yaranıbdır. Bunlara cavab vermək üçün yollar açılıb hər dinin içində. İslamda da bu adamın yazdığı üçün 40 dana irfan yolu açılıbdır. Çünki çox gözəl burada dedi ki, bunlardan mən əgər bunu tapsam, təzəşdən oranı oxusam, dedi ki, Xuda oluq yoldur. Xudanın ismi belə müşahid-i qudusluğa yetarlar. Bu zikirlər həm bir neçə qismidir. Bu qismlər insanın cismi da 5 cay belə sabitdir. Bu məzkur 5 cayını zikr qıladırğan mütəvəccih bulub Xudağa göngülünü qərar buradırğanlarını lətaife xəmsə deyib itirlər. Bu xəms caylar 5 növüdür. Məsələn, insanın çəp tərəfi içaqdın ikilik tübündür. İkilik tübündür. Burada iki tübün var. İndi tübün yəni iki nöqtə var məsələn. Tübündür. İni biri qəlb dib ütürlər. Və yenə məzkur qəlbin ikilik yuqarı isə sərdib, başlayıb ütürlər. Və yenə onun tərəfindəki içaqdın ikilik, onun sağ tərəfində yəni, yenə onun tərəfindəki içaqdın ikilik tübün ani ruh deyib iturlar. Buna da ruh ad qoydular. İkilik yuqarı, onun da ikilik yuxarı, ana xəfidirlər. Ona da xəfi deyərlər. Məzkur iki içaqın ortasında, bu iki içaqın, yəni həm aşağıdaşların, həm üstəkilərin ortasında ani ixfadirlər. Buna da ixfa adı veriblər. Bu 5 canı ismlər olgusu qəlbər, dördüncüsü xəfi, beşincisi əxfa dib tamam buladurlar. Məzkur bu 5 yerini, yəni olgusunu qəlb dib idük
qəlb deyib edir ki, yəni qəlb dedik buna. İni zikri qəlb deyib itirlər. Buna zikri qəlb deyərlər. Həzrəti Adəm əleyhissalamın nuridir deyib deyərlər Həzrəti Adəm əleyhissalamın nuridir. İtilür bu nur səriq nur deyib itirlər. Bu nurunu işlanlar qızıl sırıq mayıl rak dur deyib təlim bururlar. Zikri qəlbə mütəvəccih bulub ismi zatı qılalar. Ana sabit buladur ismi zatı xudağa. Xudağın bir ismləri Allah 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 deyib tamğay. Tamğay dostlar indi yoxdur, qədim var idi. İndi də bəzən görürsünüz ki, adamlar alınlarına möhür vurublar. Bu möhür ki deyirlər, burada namaz qılmaqdan çıxmaz dostlar. Mənim dədəm, Allah rəhmət eləsin, ruhu şad olsun. Mənim dədəm 80 neçə yaşında öldü. 80 neçə yaşını mən oracan ki yadıma gəlir. Əvvələn namazı tərk olmadı. Həmişə də dədəsinə, nənəsinə, bacısına, qardaşına namaz qılardı. Həmişə, həmişə. Yəni, xüsusən bu son zamanlarda ki, biraz da çox qocalmışdı. Gündə fikirəm ki, bir 10 saat namaz qılardı. Quran oxurdu. Mən axır deyək ki, illərində bir neçə gün gördüm, çox görmədim mən dədəmi, mütəəssifanə. Alnında möhür yeri yoxdur. Möhür nə deməkdir? Möhür bir şeyi, xarici bir şeyi istilədib, bir ayrı bir şeyin üstünə vurub, o isti əsərində, əlbəttə isti dediyim, indi tozih verəcəm, o bir şey qazıla. Buna deyirlər möhür. Nə cür olur? Öncəlikdə gəlirdilər. Məsələn, bir möhürü gedirlər bir adama, deyirdilər ki, mənim möhür yaz, üzüyünə yazırdı, filana yazırdı. Onun için qazırdı. Onun için qazırdı. Sonralar bunu gəldilər heyvanlarda, əlbəttə ondan öncə, heyvanlarda da bu işi görürdülər. Nə edirdilər? Bərdələrdə də, yəni əsirlər tutmuşlar, gətirmişlər, ya oğurlamışlar, gətirmişlər. Bunlar da buna görə ki, qaçmasın deyə hər kəs qoydu, qaçdı. Bu bilinsin, hər yerə getsə bilinsin ki, bu alınmış bir adamdır. Bu pulla alınmışdı, yazı uğrundan tutulmuşdu. Bu özgələrdəndir gəlib, bu torpaqlardan keçir. Bunun sahabı var. Soruşsun, sənin sahabın hanı, kağızın hanı, sənin əlində bir kərə kağız ola, sən buradan keçirsən. Sən buradan keçə bilməzsən, çünki sənin sahabın var. Buna görə gəlirdilər dəmiri, həmin o markı, o möhürü odda qızardırdılar, onu insanın alnına vururdular. Davarın üstünə vururdular. Bunun dərisi yanırdı. Bu dəri daha yekəlmirdi heç vaxt. Siz bilirsiniz ki, əl kəsilsə ya yanılsa, bədənin hər yeri. Adamlar heç olmasa bir dəfə əməl cərrahı olublar da, döktürlər onu əməl ediblər. Onun yeri getməz, onun yeri qalar. Yaralansa qalar. Çünki dəri gəlir, yetişir, o bitişdiyi yerdə bir arasında bir şey var ki, mən bura kamil yetişməyibdir. O ya möhür də ki vururdular alnına, çininə, boynuna, ona da deyirlər möhür. Bunu vuranda nə olurdu? O da şey olmurdu. Getmirdi. Bu adamlar ki alnlarında siz möhür yeri görürsünüz, bunlar hamısı o sistemdən istifadə ediblər. Bir şeyi qızardıblar, məsələn mənim yadıma gəlir Təbrizdə qaşıq qızardırlar, qoyurlar. Qaşıq qızardır, vurur bura. Bura bir yeri düşür, möhür, bir 5-10 gündə gedir, cizlənir o yüzdə, bu yüzdə, ya başın bağlır, börkün bağlır, ay yaradı, elədi, belədi. Ondan sonra yavaş-yavaş görürsünüz ki, onun rəngi düzəldi, oldu, biraz da qərəlir, rəng bağladıqca olur möhür. Möhür, başı namaza vurmaqla möhür gəlməz. Bunlar riyadır. Siz tarixdə görməzsiniz ki, məsələn, o dərvişlərin, filanların birinin boynunda, birinin burasında şey olsun. Hər halda, bunu mən istəyirdim o 40 dananı görürəm ki, hara getdi, oranı görmədik. Hər halda, burada deyil. Əhl-i sülukinin mərtəbə məqamları 40'dır. 40'dır. 40'dırlar. Bu məqamın 10'u şəriət.
şəriət nə dediniz? Bu mollaların dedim ən əşyağası budur da. Baxın, burada hələ çox yaxşı baxır. Məncə bundan da aşağıdır mollaların şəni. Mollaların şəni ən aşağı şənidir. Onu şəriət. Şəriət nə deməkdir? Əlbəttə bu dedik, onu buna görə mollalar deyil ha bu. Çünki deyir ki, o şeyləri ki din deyibdir, onu yaşamaq bölümünə şəriət deyir. Şəriətdədir. 10 məqam həqiqətdədir. Həqiqətdədir. 10 məqam mərifətdən onu şəriətdir. Namazdır, oruçdur, həccidir, cəhaddır, bunlardır. Qalanı 40 danası bu həqiqət, 10 danası həqiqətdir, 10 danası mərifətdir, 10 danası təriqətdir. 30 dana orada var ki, mollalar bunlardan bilməzlər. Hətta o 10 dananın da deyim ki, məsələn, 7'sini bilməzlər. Bu məqamlar 40 buldular, yəni 40 oldular. İnsan sulukları Xudağa yaxın bölüb vilayət ruhani tapmaq, Xuda-i Teala'nın sirri əsrarları kəşf edib, kəşf bulub müşahidə qudusluğa yetmalıq zikri Xudayı bilə buladır. Buranı oxumuşduq. Fəqət istədim deyəm ki, İslamda da 40 dana şey var. İnsanların içi, ruhu, bu dünya çətin dünyada, bu savaşların içində, bu bombaların içində, bu aclıqların içində, bu işsizliklərin içində, bu bahalıqların içində, bu ölüm itimin içində, bu ayrı düşməklərin içində, bu şeylərin içində insanın ruhun biraz rahatlasınlar. Biraz bu acılıqların acılığı azalsın, insanlar dözə bilsinlər deyə insanlar belə bir yol tapıblar. Hər halda bu bir kitab idi, oxuduq. Fikirlərim ki, bunun üstündə də 1 saat danışmışam. Yəni 2 səhifə yarım uzad oxuduq, oxumadıq. Mən 1 saat bunun haqqında özümün düşüncələrimi dedim, şeydir. Gedək o birisi kitaba, görək ki, bu birisi kitab nədir? Bu kitab 135 səhifədir. Bu cür ki, görürük elə əvvəldən. Bu kitabın şeyində, PDF-ində çox yanlışlıqlar olubdur. Görürük ki, kitabı tərsə qoyublar. Əvvəli bir cür qoyublar, sonra da tərsə qoyublar. Getdikcə də bəzi səfələr tərsə, məsələn, bura baxın. Görək, cildi açıbdır. Kitabın iki yer bir-birinə yapışır, Şirazi dediyimiz yer. Bilmirəm, orada çəsbidi vurublar, ya bir şey tökülüb qərəlibdir. Hər halda bu tərəfdə bir şey yazıb. Risale-i, görək bunun adı nədir? Risale-i Bərəhmanil Arifin və Nəcatul Aqilin min təlifat-i Şeyx Səlimul Qadiri. Bu birinci, yəni deyir ki, birinci səhifədə ehtimalən bu kitabı yazıbdır ki, mən bunu Birəhman oxudum da, Birəhmanul Arifin və Mər və Müşki Əzfər Muhyiddin Ərəbi Əl-Qadir. Muhyiddin Ərəbi çox məşhur bir insandır. Onun bir kitabı vardı, Hovzul Həyat. Havzul Həyat deyə, həyatın hovuzu. Fikrim hovuz mənasındadır, bilmirəm, bəlkə ayrı mənadadır. Deyir, bunun tərcüməsidir ki, Şeyx Əkbər ərz elədim, Muhyiddin Ərəbi Həzrətləri yazmış. Üçüncü risalə ki, ehtimalən bu kitabda 51-ci səhifədən başlayacaqdır. Risale-i Feyz-i Qudsiyə min təlifat Şeyx Musa Əl-Qadiri və Şeyxiyyə vəl-məşayix ehtimalən Zahir-ü Şeyxiyyə vəl-Liva-i Şeyx Şəmsəddin Sədriddin ehtimalən belə və Şeyxiyyə və Şeyx Sədriddin Əl-Qunəvi. Pəs bunun da adı Şeyx Şəmsəddin Sədriddin Əl-Qunəvi. Bu yazıbdır. Əlbəttə burada adlar qatışır, amma elə əslinə baxsaq burada Risale-i Feyz-i Qudsiyə min təlifat Şeyx Musa Əl-Qadiri və Şeyxiyyə və nə burada Əd-Şeyx Qunəvi. Zahir
Tahir Şeyx ehtimalən belə Tahir Qənəvi olacaqdır. Şeyxi vəl Mevla ehtimalən Əş-Şeyx Şəmsəddin Sədrəddin el-Qənəvi. Hər halda burada belə bir şey yazıb ki, bu da bir risalədir, adı Qudsiyə, yenə burada yazılıbdır. Dördüncü cüzvə ki, bu kitabda yazılıbdır. Müntəxəbat-ı tərcüme-i kitab-ı İnsan-ı Kamil. Adı İnsan-ı Kamildir, bunun müntəxəbatıdır. Yəni, hamısını yazmayıb, orasından, burasından seçmədir. Seçmə. Müntəxəbat yəni seçmə. İntixab seçim. Deyir ki, bundandır. Kitabın adı İnsan-ı Kamildir, ondan müntəxəbat-ı tərcümədir üstə. Kitab. Min təlifat, kim bunu yazıbdır, o İnsan-ı Kamili? Min təlifat-ı Şeyx Əbdülkərim el-Ceyli. Əl-Qadiri. Bu da Əl-Qadiridir, o birisi Qadiri deyil. Bu Əl-Qadiri. Həfid Sultan Avliya Şeyx Əbdülqadir Ceylani. Hər halda Həfid deyəndə, yəni bunun ehtimalən oğlu. Əbdülqadir Ceylani rəhmətliğin, Ceylani rəhmətliğin oğlu Əbdülkərim Ceyli Əl-Qadiri. O yazıbdır. Dördüncüsü, ən sonuncu kitab ki, burada yazıb 93-cü səhifədən başlayır. Təriqətnamə-i Şeyx. Təriqətnamədir adı. 93-cü səhifədən başlayacaqdır. Yazanı da Şeyx Əşrəfzadə Əbdullah Ər-Rumiyil Qadiriyil Əzniqi. Bu da bu. İndi gedək bu birisi səhifəyə. Kitab burada başlanır, amma kitabın tərsə çeviriblər. Əvvəl bunu bir elə biləsi baxaq. Mən də bunu çevirim ki, bu qəşəng görsənsin. Sonra, aha. Kitabı bir baxaq, zahirin görək ki, bunun zahiri necədir. Kitabın boyu uzundur, bəllidir. Kitabın yazının dövrəsinə, buna görə ki, çarçivədə olsun, dövrə qırmızı rənginə çarçivə çəkiblər. Üstünə nəqqaşə çəkir daxmış bir-birinin səfəsinə çəkməyiblər. Haza kitabı Şeyx Səlim Əl-Qadiri Qüddəsəsi Ruhu Sami. Bu da kitabın adıdır, buradan başlanır. Burhanul Arifin və Nəcatul Qafilin. Kitabın da adı budur. Orada da yazmışdı, əlbəttə mən orada Burhanı oxumadım, Bərəhman oxudum. Burhanımış o. Burhanul Arifin və Nəcatul Qafilin. Bu kitab buradan başlanır. Bismillahirrahmanirrahim. Ortasında da şeiri vardı. Qırmızı ilə bəzi yazılar və bəzi yazıların üstündə, başı üstündə də bir qırmızı xətlər çəkiblər ki, mühümdür. Kitabın sətirləri bir-birinə çox yaxındır. Əl yazısı çox fərqlidir. Amma umarım inşallah oxuya bilərəm mən. Savadım çəkər bunu oxuyam. Kəlmələr də bir-birinin içindədir. Bunu biraz oxumasını çətin elər təbii ki. Amma və bu iki bir-birinə çox yaxın yazılıblar. Bu şeydir. İndi əgər olsa biz eləyə bilsək o birisi səhifələri görsədək, baxaq. Gəldik bura. O birisi səhifələrdə eyni buna taydır. Kitabın ortasında da görürük o irad var, amma kitab salimdir. Bir-iki yer qərələnib, silinibdir. Burada görürük kitab tərsə dönməyə lazımdır. Tərsə döndəririk. Yenə tərsə döndürmək lazımdır. Yəni bir səfə getdi. Bunu yenə tərsə döndərək. Tamam, tərsə döndərdik. Tərsə döndərdik və bunu vururuq, baxırıq. Həman xətdir, çox riz yazı, çox narin, riz, narin. Çox narin, riz yazı, narin yazıdır. Xətlər, sətirlər bir-birinə yaxındır, kəlmələr bir-birinin içindədir. Bu əl yazı çox, özü təxəssüsü kitabdır. Yəni bunu orada da əvvəldə də özü dedi. Təxəssüsü kitabdır, irfan haqqındadır. 4 dana ya 5 dana kitab var bunun içində. Yenə burada dəyişdirməliyik, məcbur olacaq ki, bunu səfəni çevirək. Bilmirəm neçə səfə buna baxa biləcək beləsi. Bu kitab 135 səhifə yazıbdır. Yəni 270 səhifəlik bir kitabdan üzbəyiz. O kitabla odur, amma PDF-dən 135 olur. Yenə bunu çevirməliyik ki, düzəlsin kitab. Çox bu şey olubdur. Yəni bunu yenə də çevirməliyik. Cəlibdir ki, bu hey beləsi gedir qabağa və bu mütəəssifanə bu hardan bunu düzəldiblər, hey bunu çevirmək məcbur zorunda qalırıq.
Yenə də o şəkildə da çevirməyəcəm, çünki bunun təqribən hər bir səhifəsində bu kitab qutardı. Əvvəl məsələn 56-cı səhifəyə yetişdik. Bu kitab burada qutardı. Baxarıq görürük ki, bunların tarixləri, əgər bir tarix tapa bildik, yox. 2 səhifə, 4 səhifə, 6 səhifə boşdur. Sonra bir ayrı xəttinə bir ayrı kitab başlanır. Yəni bunların yazarları da fərqlidir dostlar. Kitabın bu kitab 5 dənə ayrı kitabı bu kitabın içinə yığıblar. Bir nəfərin ki əlaqəsi varmış İrfan haqqında bilsin, gedib bir nəfərə deyibdir ki, filan kitabları hərəsindən bir dənə yazıcı ilə mənə bir kitab düzətçinə. O da gedib o 5 dənə kitabı ya özünün var imiş, ya gedib bir yerdən kirayə eləyibdi, gətirib evinə, ya gedib orada oturubdu. O kitabı qoyub qabağına oturub onun üzü ilə yazıbdı. Bəli, zahirən bəllidir ki, bunun birinci bölümü bir ayrı adam yazıbdı. Xətti fərqlidir, formatı fərqlidir, dövrəsinə xətt çəkibdir. İkincisini bir ayrı adam yazıbdır. Çünki bunu görürük ki, bunun xətti ondan çox başqa bir xətdir, onun başqa. Əlbəttə, bu da yenə sətirləri bir-birinə yaxın yazıb, amma ondan biraz atca arası çoxdur. Sətirlərin arası biraz çoxdur. Kəlmələri bu ondan çox bir-birinin içinə soxubdur. Kəlmələr bir-birinin qarnına giriblər. Eyni halda bu da elə dedim, eyni irad burada da vardı, ayaq-baş eləyiblər bunu. Ayaq-baş yatıblar burada səhifələr. Bəzi kəlmələrin üstünə burada qırmızı əlamət çəkibdir. Burada hətta bir dənə dairə görürük ki, o irfanda və hipnotizmdə zəddə bir dairə çəkirlər beləsi bir-birinin içində ki, hipnotizmə məsələn o köməklik eləyir. O cür bir dairə də burada çəkibdir. Niyə çəkibdir, nədən ötürüdür? Əgər gəlib yetişsək, onu da bəlkə baxsaq, anlasaq nədən ötürdü, çox yaxşıdır. Burada da bir ayrı əlamətlər görürük. Yenə də çoxlu əlamətlərdən istifadə edib bu kitabı yazanda. Məsələn, burada bir əlamət görürük. İçində də yazısı var, dairə, içində bir İngilisi 8, onun da hərəsində bir yazı. Ya sonra görürük, məsələn, bu günlərə ona şey deyirlər. İndi mən bunu biraz çevirim, onu yaxşı görüm. İndi məsələn, buna nə bilim, müqavimət deyirlər, elektrik, biri üstlükdür, biri əşğalıqdır. Ya nə bilim, məsələn, elə bir dana ilan çəkib ki, belə durubdur, amma ilan deyil bu. Məsələn, bu günləri caddə deyirlər, caddənin döngəsi var, o döngə əlamətləri kimi bir şeylər çəkibdir. Bu cür bunlar şeydirlər, hər halda bunlardan keçək. Kitabda bu səhifədə daha çox onu görürük. Yəni, mən bu səhifəndə yenə ayaq başdır. Bunu çevirirsək, görəcəksiniz ki, burada da o cür şeylərdən, simvollardan çox istifadə edibdir. Yazısı da var ehtimalə. Bunları oxumalı, bilməlidir əlbəttə. Yenə görürük ki, bunlar vardır. Burada gəlirik, yetişik bir yerə görürük ki, höm, ülkücük, bay, sıril, elik, büdük. Bunlar da tək-tək kəlmələri, bunu həttəmən oxuyaram, görürüm ki, bu nədir əslən. Çünki bu da zahirən bir şeylərdir. Burada çoxlu kəlmələri ilə bu cüslü yazıblar, üstünə də xət çəkibdir. 3 hərfi, 2 hərfi ya 3 hərfidir. Bu kitab da burada qutarır. Bunu da yenə əcr edə bilsək, bundan bir tarix tapa bilsək. Normalda bunlardan tarix tapmaq zordur, çünki irfanilər, ariflər dediyim kimi insanları nə deyəcəklər, eləyəcəklər, ona fikir vermirlər. Öz içlərin, öz şagirdlərin yetişdirməyə çalışırlar, özlərin qəni eləməyə çalışırlar. Müsabiqəyə girmirlər insanlar, o birisi insanlarla. İşlərin rahatladırlar, özlərin rahatladırlar. Bir azla eləyə bilirlər ki, şey olsunlar. Burada da yenə bir 2 səhifə boşdur. Ondan sonra Kitab-ı Feyz-i Qudsiyə min təlifat-ı Şeyx Musa ibn Tahir el-Qadiri Quddəsəs-i Ruh. O kitab başlayır. Bu da yenə də tərsə qoyulubdur bəzi səfələri. Bir 2 səfəsi ayaq başdır. Yenə də qırmızı xətdən istifadə ediblər. Əlbəttə, burada görüşmüsən, Bab-ı Sadis deyə bir qırmızı, Bab-ı Sabi deyə qırmızı yazı ilə görübdür. Buradan görməmişdim bu kitabdan, amma burada gördüm ki, bu 6 ilə 7-ni qırmızı ilə yazıbdır, tozih veribdir. Bunun da xətti onlarla fərqlidir. O 2 kitabla fərqlidir. Sətirləri bunun biraz daha çox aralıdır. Dövrəsində də çərçivəsi yoxdur. Burada da bu kitab qutarır. Bu da yenə təmməti qoydu. Kitabın
Bu da 70-ci səhifədir ya 71-ci səhifədir. Bu da burada təmməti qoydu. Gedir o birisi kitaba. İndi görək bu o birisi kitab. Burada yenə 2 səhifə, 4 səhifə boşdur. Ondan sonra tərcümeyi kitab-ı Risale-i İnsan-ı Kamil min təlifat Şeyx Abdülkerim el-Qadiri el-Ceyli Haqid Şeyx Abdülqadir el-Gilani Qüddəs Sirruhus Sami. Bu da bunun 4-cü kitabdır. Bunun xətti yenə onlarla fərqlidir. Biraz əlbəttə birinə bənzədirəm. Zehnimdə indi hələ o qədər qalmayıbdır. Amma bu da o cür eyni ilə həman səbklə yol yöntəmi ilə yazılıb. Bu kitab da burada qutardı da arada vermədi. Qoyuruq burada bunu da 1-2-4 fırlandırıq. Görək ki burada. Bəli, bu da müstəhəq olur. Təmmətir Risalə. Bu da burada qutarır. Gedək o birisi səhifəyə. Görək ki o birisi səhifələrdə nələr var. Burada yenə bunu çevirməliyik. Haza kitabu təriqətnamə Qutbul Arifin Şeyx Əşrəfzadə Abdullah Rumi el-Qadiri Qüddəs Sirruhus Sami. Bu kitabda fikrim 5-ci olacaqdı da hər halda ya yadımdan çıxdı indi. Sayıları tutmadım ki neçincidir. Bu da elə eyni o şəkildə yazılıbdır. Xətti fərqlidir. Gözəl xəttinə yazılıbdır. Yəni mən bu 5 dənəni ki buradan görmüşük, hamısını oxuya bilərəm. Mənim üçün gözəldir, oxumalıdır. Çünki eləyə bilərəm bunları anlayan. Kitabların da yazılan görürlər. Tərsədir yenə bunlar hey bir səfəsi aşağı ayaq baş qoyublar, mütəəssifanə. Burada da görürük ki, cöhər dağılıbdır kitabın üstünə. Bəzi ayələr, bəzi yazıların üstünə qırmızı xət çəkib ki, bəlli eləyə bu fərqlidir. Bu kitabı təqribən baxdıq, kitab salim qalıbdır. İrfani kitabları bizlər çox oxumarıq. İnsanlar da heç tarixdə görünüşü oxumayıblar. Kitabın axirinə gəldik, bu kitabda qutardı və bu da cildi. Cildi Osmanlı dövrəsində yazılıbdır, bəllidir, bu nəqqaşidən bəllidir. Üstündə də bir möhür əlaməti var, mütəəssifanə onu görəmirik. Hər iki cildi görürük. Kitab biraz yepriyibdir, qocalıbdır, işlənibdir, köhnəlibdir. Qocalmaq deməyək, köhnəlibdir, qocalmayıbdır. Çünki kitabın içi çox şeydir, salimdir. Qeydaq kitabımızın əvvəlindən görək ki, nə oxuya bilirik. Bunu elə buradan çevirək, gətirək. Bunları oxuduq. Burada da fəqət kitabın buna bir əsli kitab veribdir. Yəni bir ad veriblər buna. Yazıb ki, əlbəttə üstdə bir ayrı xəttinə yaz. Məcmuətür Risaili fil Nusuf ya fil PDF-də yazıblar. O deyil. Bu Məcmuətür Rəsaildir. Adı budur. Sof olacaqdır. Fikirəm ki, əlbəttə nun var burada. Ya fil fuf. Fuf şu olmaz hətmən. Fil nusuf. Bu da İstanbul Üniversitesi kitabxanasındadır. Kitabxanasında saxlanır. 20-2201 nömrəli kitabdır. Əl yazma kitabları içində hətmən saxlanılır. Bunu yenə çevirməliyik ki, görək bu kitabı oxuya bilirik ya yox. Tamam. Birinci kitabdan başlayaq. Mən bu hər kitabdan 1-2 səhifə oxuyacağım. Çünki buradan şeydir. Görək ki, eləyə bilirik, oxuyaq. Bu kitab biraz o birisilərdən çətindir. Çünki bunun xətti biraz həm sətirləri çox yaxındır, həm də xətti biraz mənim o xətlərdəndir ki, beynim və gözüm onu oxumağa adət eləmir. Bunun üçün fərqlidir. Haza kitab-ı Şeyx Səlim el-Qadiri. Bu kitab Şeyx Səlim Qadiri. Dedi ki, bu kitabda 5 kitab var. Ona görə məcmuə deyir. Mən ehtimalən təsəvvüf desək, onun ki, oxuya bilmədiyim o adı. Onu desək ki, məcmuətə təsəvvüf.
Gözəl gələr. Həm düz oxumuş olduq, həm mənası gələr. Məncə elə kitabın adını beləsi yazaq burada. Kitabın adı Məcmuətül Təsəvvüf. Məcmuətül Təsəvvüf. Tamam, bu kitabın adı 5 kitabdan ibarətdir. Tamam, 5 kitabdan ibarət. Yazdıq bura ki, özüm bəlkə fürsət eləsəm buna bir şey yazsam, müqəddəmə yazsam, o şey olsun. Kitaba Burhanul Arifin və Nəcatul Qafilin. Kitabın aslı adı nədir? Çox gözəl bir ad qoyublar. Biz bunlarla mütəəssifanə tanışlığımızı əldən vermişik. Onun üçün bu günləri bizə dünya çox çətin keçir. Dostlar, mən bunu bir iki dəfə də demişəm, bir dəfə də deyim. Mən özüm öz famillərimizə, uzaq famillərdən ta yaxın famillərəcən öz famillərimizi araşdırdım. Adların bir-biri yazdım. Görək ki, burada bizim famillərdə, tanıdığımız adamlarda da deyim beləsi, tanıdığımız adamlarda ölən adamların əvvəlcə kişilər ölür ya arvadlar ölür. Calib budur ki, mən bunu demişəm, o təhqiq ki, özüm eləmişəm, onu bir ayrı cəlsədə demişəm. Onun üçün orada amar, dəqiq amar oradadır. Amma fikir eləyin ki, bu 300 dananın 270'i kişidir, 30'u arvaddır. Arvadlar kişilərdən çox sonra ölürlər. Erkəklər çox tez ölürlər. Niyə? Çünki kişilərin içinə çox dərd yığılır. Arvadlar dərdlərini boşaldırlar kişilərin üstünə ki, qızımıza ərər verəcək cəhaz yoxdur, oğlumuzu evləndirəcək pul yoxdur, nə bilim işi yoxdur, gücü yoxdur, hanı çörəyin, niyə şamımız yoxdur, qonaq gəlir, filan gəlir, toya gedəcəksən, paltar alacaqsan, qızıl alacaqsan, cəhaz verəcəksən. Bunların hamısını kişiyə yüklürlər. Biraz danışır, xanım gedir işində, amma kişi onu özünə iş edir, bunun üçün mən nədir çalışacağam, gecə çalışmaq, onun bunun yanında ömrü azalır. Yəni sürətlə ölürlər. Bunlar biraz da təsadüfdə ölür, biraz da elə o cürsə səhd edən, məhd edən elirlər, qəlbidən filandan zıtlar ölürlər, gedirlər. Cavan böyük fərq eləmir. Çünki çox yük var. Bu yükü azaltmaq üçün qədimlərdə bu yük var idi, insan tarixində bu yük var idi. Gəlib deyib nə mənə? Burhanul Arifin və Nəcatul Qafilin. Qafil adamları və arif adamların Burhanul Arifin ariflərə bir dəlil və Nəcatul Qafilin qafillərə də bir dəlil ki, nəcat tapsınlar. Bismillahirrahmanirrahim dövrəsində də gözəl bir nəqqaşı kimi bir şey çəkibdir. Elhamdülillahi Rabbil alemin və səlatu və səlam alə seyyidina Muhammedin Rasulun səqələyn və imamun muttəqin. Ehtimalən o da səqələyn olmasın. Mən səqələyn oxudum. Rəsulun səqələyndir. Qətən səqələyndir. Və imamul muttəqin və mədinətə ulumul əvvəlinə vəl-axərin. Həzrəti Rəsulullah deyir. Həzrəti Rəsul mədinətə ulumul əvvəli vəl-axərin və sultanul aləmin. Qalallahu Teala fi mədhi li uluvi şə'nihi vi mədhihi. Allah Teala onun mədhində, sitayişində, onun indi bunu türkçəyə tərcümə eləsək nə olar? Sitayiş, onun tərifində. Hə, məsələn biz deyirik, bunu hardan yadıma düşdü? Deyirik ki, aşıq bir bəyi tərif elə. Yəni onu bir sitayiş elə də. Tərif gəlir. Bizdə tərif ərəbcədə deyil, elmidəki deyil. Əlbəttə elmidə də elə bu cürdür. Yəni elmdə də tərif edirik, yəni onu sitayiş edirik, onu açırıq, onu mədhəhu li uluvi şə'nihi ən sairil ənbiyai və ma ərsəlnəkə. Allahın ayəsi budur. Və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Aləmdə insan, dünyalarda yaşayan şeylərə, varlıqlara rəhmət olasın. Demir insanlar, ha baxın insan demir. Və ma ərsəlnəkə biz səni göndərmədik illə məgər bu ki rəhmətən lil aləmin. Aləmlərdə yaşayanlara rəhmət olasın. Hətta yaşayan da demir. Daşa da, torpağa da, ağaca da, gülə də. Yəni bu baxış, biz bu baxışdan bu günləri nə mənə düşünürük? Yəni İslamdan nə düşünürük?
Onun üçün mən deyirəm, mollalar mütəəssifanə bizi inanclarımızı əlimizdən alıblar. Və ha belə tək mollalar yox. Bu mühəndisi cəhli dediyim qəziyyə, o varlıq, o güclü varlıq ki, pul və silah onların əlindədir. Onlar eləyə biliblər ki, bunu bizə, bu balayı başımıza gətirərlər. Mevlana və Mevlal Alemin Əbil Qasim Muhammedin və ala alihi və əshabihi ecmaîn qala aleyhisselam fi beyan əşrefi və zatihim əşrefi zatihim əshabi. O da şayət bu zatihim olmaya. Mən dal oxuram, amma nöqtəsi var üstündə. Zanihim əshabi kən-nücum. Ehtimalən bu və innəhum əshabi kən-nücum. İnnəhum olmaz. Fi beyanə əşrəfi zatihim qutuldu. Əshabi kən-nücum biyətihim ihtedeytum. Amma burada bir kəlmə yazılmışmış, silinibdir. Amma bəd, qutardı. Orada bir şey varmış, silinibdir. Çünki düz gəlmir əslən, onun orada olmağı. Çünki bədi ki, burada yazıbdır. Amma bəd, bu ortada olan hər nədir, doğru silinibdir. Çünki anlamı yoxdur. Elə kitabların hamısında belə yazılır. Bu fəqir, zəif, aciz, miskin, Səlim Divanə. Adı nədir bunun? Özü deyib ki, mənim adım Səlim Divanədir. Səlim Divanə cəzəbətun min cəzəbatur rəhman təvazi əmələ səqəlin. Beləsi bir şey yazıbdır, özünə bir sifət qoyubdur. Cəzəbətun min cəzəbatur rəhman. Allahın cəzəbələrindən biriyəm. Cəzəbətun, Allahın cəzəbələrinin bir cəzəbəsiyəm. Təvazi əmələ səqəlin. Ki, iki əməl, ağır əməlin arasında qalıram. Fəhvə, fəhvasincə, yəni bu ayəni, türkçə, buradan keçdi türkçəyə. Deyir, bu hədisin ki, özü yazıbdır, cəzəbətun min cəzəbatur rəhmani təvazi əmələ səxəlin, bu bir şeydir, hədisdir, hər nədir, ərəbcə bir sözdür, bilmirəm nədir. Bunun deyir, fəhvasincə, mühəbbətə əl-ədd ilə, mühəbbəti Allah ilə məczub olub və yargirədə xulefai qadiriyyədən ya şayət də yar kəsrədə xulefai qadiriyyədən qutbul arifin Gavsul vasilin Şeyx kamil və mürşidi mükəmmil sultan-ı şəriət burhan-ı həqiqət mədən-i mərifət bəhr-i həqiqət olan Həzrət Sultan Həmdi Şeyx Hüseyn Həmdi Əş-Şeyx Hüseyn Əfəndi onun bu şagirdi olubdur. Qəddəsallahu Teala sirrəhu beyt. Ona bir beyt gətirir bu ustadına görə. Yəni Həzrəti Rəsula o qədər demədi ki, bu adama görə yazır. Əlbəttə o məzhəbə, o düşüncə, irfan qrupudur da, bir irfan qrupudur. Bir nehlə deyirlər ərəbcədə zətdə. Cəhanın qutbül əqtabi Hüseyn Sultan Allahın məzhər-i tami Hüseyn Sultan Dəryayı vəhdət dürübdür dürri bədr. Dəryayı vəhdət dürrü bədr Abdülqadirin sirridir. Dəryayı vəhdət dürridir. Dəryayı vəhdət dürridir. Abdülqadirin sirridir. Bu Abdülqadirin sirri Sultan Hüseyn'dir. İsmi əzəm həm veribdir. Hüseyn Sultan Baş açıq gəzdüm cəhani, bülmədim böylə sultani, bulmədim beylə sultani, bundadır sirri Cilani, Hüseyn Sultan Cilani də bunun üçüncü ustadıdır. Yəni ustadın ustadının ustadıdır.
aşıqıysan gəl didara, düşməyəsən ahu zara. Dərdimə gəl kəsrə dibara, kəsrə rübara. Hüseyin Sultan Hu bir nəzər qılsa bir canə, bir nəzər qılsa bir canə, görür ani cananə. Ərkürür, erkürür yəni onu yetirər. Erkürür ani cananə, vəslət bulur ol subhanə. Hüseyin Sultan Hu mürşidim cananım oldur. Mürşidim cananım oldur, söylər dilim canım oldur. Qolum sultanım oldur, qovlum sultanım oldur. Hüseyin Sultan Hu. Burada bu beyti, bu şeiri yazmışdı o yoldaş, o ustadına. Davamı var əlbəttə. Səlim divanəyə, adı dedik nədir? Səlimdir da. Səlim nədir? Divanə. Səlim divanə, divanəyə mədəd andan irdi, qalmadı dərd. İsmi olsun dilimdə verd, ya verd olacaqdır. Hüseyin Sultan Hu. Elhamdülillahi Teala bu belə insan-ı kamilün və zat-ı ədəmi ədimun nəzərin cəmi ulum-i əvvəlin və axər bəniyə mühit, buniyə mühit olub, nəbiyə mühit olub. Şayət də buniyə mühit mən oxudum əlbəttə. Axər bu nəbiyə mühit olub, ayini zat-ı əhədiyyət olan qəlbi purnurlərinə bi ayətəhən nəfs-ül mutmainnə, ya əyyətəhən nəfs-ül mutmainnə ayyə getdi. Ya əyyətəhən nəfs-ül mutmainnə irciyi ilə rabbikə raziyətən mərziyyə fədxuli fi ibadi, fədxuli fi ibadi. Burada şey qutuldu. Yəni o ayə ki demişdi, o ayəni burada qurtuldu, amma elə bir dalısı vardı. Ey ibadi deyəndən sonra ey burada fi qulubi awliyai vədxuli cənnəti. Orada ey fi qulubi awliyai bunu götürübdür. Nə o qırmızı xətti götürüb ki, yəni bunu mənim özümdən deyirəm. Düzdür ərəbcə deyirəm, amma bu ayə deyil. Oradan mənzurum o ibadidən fədxuli fi ibadi, Allahın ayəsində belə gəlir ki, mənim əbdilərimin içinə girin. Deyir ki, ey fi qulubil awliya, awliyanın qəlbinə. Vədxuli cənnəti, mənim behiştimə girin. Qul ləv kânəl bəhru midadən ləkələmat Rabbi və ləv ci'na biməslihi midadən. Burada yenə bunu deyir. Bir dana hədisə keçdi buradan da. Ədxuli cənnətin sonra qul denən ləv kânəl bəhru midadən, əgər okyanus midad ola, ləkələmatı. Əlbəttə burada hədis qələt yazılıbdır. Çünki midad olmaz ki, cöhər olar. Kələmat Rabbi və ləv ci'na bimislihi midadən. Əgər o qədər də midad gətirək, kələmat Rabbi nə mənə yazmayıb. Allahın sözü qutarmaz. Hədis beləsidir. Amma burada o hədis naqis yazılıbdır. Deyib ki, qul ləv kânəl bəhru midadən ləkələmat Rabbi və ləv ci'na bimislihi midadən. Nə oldu? Ləkələmat Rabbi, məsələn, nə oldu burada? O kəlmə, Allahın kəlmələri nə olar? O, burada bir şey yaddan çıxıbdır. Hər halda, fəhvasincə deyir, yəni bu ayənin və bu hədisin fəhvasincə bir vəc ilə tərif və təhrir qabil olmayan dili dəryalərinə olmayan vəli dəryalərinə duxuli müyəssər və nəzəri eyni rəhmətləri ilə mənzur olub təcəlliyat bari ilə fənai fillah və fəna andədir, fəna andədir, fəna və bilkulliyyətin məncü və müstəğrq olub. İndi burada bir kəlmə oxuyuram ki, onu oxuya bilmədim. Məhv, bilkulliyə məhv və müstəğrq olub. İza təmmətül fəqr fəhuvəllah. İza, burada bir şey yazıbdır. İza təmməl fəqr fəhuvəllah. Hədis-i şərifi fəhvasincə Süleyman bilkülliyə
Səlim, orada bir şey yazıbdı. Özünün adı oldu Səlim da. Səlimi, burada bir şey yazıb. Bilkülliye aradan qalqıb. Səlim ehtimalen burada Səlim ne mənədir o? Ehtimalen yan. Bilkülliye aradan qalxıb, yəni ehtimalen Səlim xan da oxuya bilirik məsələn bunu. Hər halda bunun bir şeydir ki, orada yapışıblar bir-birinə. Bilmirəm ki, bu Səlim kandı, yandı, landı, nedir bu? Bilkülliye aradan qalqıb, bəqai həqiqi zuhur edib və əlləmnahu min ledunna ilmən. Bu da bir hədisdir ya ayədi bilmirəm. Və əlləmnahu min ledunna ilmən fəhvasincə lisanlərindən bila hərfi və la sovt sadir olan ilmi ledunni təbərrükən təhrir və tahrir dadən bir tahrir dadən bir bab üzərinə bu bağışlayın tahrir və 11 bab üzərinə bu fənə bina olunub bir burhanul arifin və necatul gafilin təsmiyə olundu. Adın qoydu bu kitabın adını dedik, bu bir kitabdır. Vallahu yəhdi mən yəşa'u və yəzullu mən yuridu. Əl-babul əvvəl, əvvəlki bab mərifəti nəfs və mərifəti Rəbbi bəyanındədir. Əl-babus sani, ikinci bab. Görürsünüz, həm Əl-babus fanini yazıbdır, həm ikinci babı. Yəni bu gəlibdir, türkləşdirməyə çalışır. Əl-babus sani, ikinci bab, mürşid-i kamil bulub anın təlqini və izni ilə zikrə müdavim olub, əhli zikr olmaq hər kəsə fərz olduğun və kamilün nişanlərin bəyan edər. Bu da deyir ki, daha Türkçe dedim, ben bunu şey eləmeyeyim. Əl-babus salis, üçüncü bab. Bul kesicilər və soğuk nəfsilər. Yol kəsicilər, üzr istəyirəm. Yol kəsicilər və soğuk nəfislər, soyuq həman. Soğuk nəfislilər vardır. Soğuk, əlbəttə burada satla yazdığı üçün mən soyuq oxuram, soğuk. Amma ölə bilər ki, bazar mənasında da olsun, o da sin ilə yazılar. Fikir eləmirəm, bu böyüklükdə iştibah eləmiş olsun. Soğuk nəfslər vardır, aşıq sadiqlərin xərami misal buluni, yolunu kəsərlər. Aha, üçüncü bab nə oldu? Yol kəsərlər və soğuk nəfslər vardır. Aşıq sadiqlərin hərami misal yolunu kəsərlər, onları bəyan edər. Əl-babur rabi, dördüncü bab, beyət-i zahiri və beyətdən məqsəd nədir və bu dünyaya gəlməkdən məqsəd ibadət üçün olub, ibadətdən məqsəd nəyi bilməkdir, ani bəyan edər. Bu da bildik, çox gözəl yazıb məncə. Əl-babul xamis, 5-ci bab. Beyət-i batini, yəni beyətün həqiqəti nədir, ani bəyan edər. Əl-babus sadis, 6-cı bab. Vislət nədir, fırqət nədir, həqiqətdə arif-i billah olan awliyaullah ilə həqiqətə vasil oldum. Zənn edən və qəvai irfan edib, dəvai irfan edib, əhli həvanın fərqi nədir? Əmr və nəhyün sirri nədir bəyan edər? Əmr nəhyün baxın sirrinə gəlir. Burada İranda gedirlər, adam istihdam edirlər. 7-ci bab, məqam-ı mərifət və məqam-ı eynil yəqin və mərifət və etiqadət dayanıb. Nəfsi ruhi bir bilüb və bir görüb mərifət ilə vəslət nədir? Mərifət ilə həqiqətin fərqi nədir? Onu bəyan edər. Əl-babül, inşallah bu dönməyib, düzdür. Əl-babül samin, 8-ci bab, cəm-i nədir? Cəm-i nədir? Fərqi bə'dəl cəm-i nədir? Vəhdəti kisrətdə bulmaq, kisrəti vəhdətdə bulmaq nədir? Fənani,
Fənai fillahi və bəqai billahi nə demək? Ani bəyan edər. Çox gözəl bir şeydir. Yəni, ey kaş biz bunu fəqət bu cümləni anlaya bilək. 8-ci bab, bir də oxuram burayı. Cəmi nədir? Fərqi bə'dəl cəmi nədir? Ya firəqi bə'dəl cəmi nədir? Vəhdəti kisrətdə bölmək, kisrəti vəhdətdə bölmək nədir? Fənai fillah və bəqai billah nə deməkdir? Nə demək? Ani bəyan edər. Əl-Bab-ı Tasi 9-cu bab. Məqam həqiqət və məqam haqqül yəqindir. Nəfsidir. Vəhy bir nəfsidir. Vəhy bir bilib. Nəfsi və ruhi. Beləsi oxuyaq. Nəfsi və ruhi bir bilib və bir edib. Həqiqət və əxlaq cəhətindən birliyə yetib. Vücud ilə vəslət nədir? Ani bəyan edər. Əl-Babul Aşir 10-cu bab. Həqiqətə vasil oldum zənn edib. Kimi xəlvəti və kimi rəvani olub. Bağışlayın. Kimi xəlvəti və kimi hurani olub, ya durani olub. Bunlar, bu nə oldu oxuya bilmədim. Bu çox şey yazır. Mən dur oxusam ya hurani olub. Bunlar bunu necə bildiklər ani bəyan edər. Əl-Babul Hadi Əşər 11-ci bab. Vücud insan ənasür ərbəədən necə tərkib olunur? Ani bəyan edər. Əl-Babul Əvvəl əvvəlki bab nəfsi bilib, tamam, nəfsini bilib. Tamam, buradan bizə kitaba başlayır ki, məncə çox böyük belə bir kitabla üzbəyüz olduq. Mən ciddən bunu istərdim ki, bu kitabı oxuyaq. Yəni, bu irfan mərhələlərindən bir şeylər oxuyaq. Burada da bir şeir yazıbdır. Əgər bunu oxuya bilsəm, bu şeir pis olmaz. Görək ki, nə yazıbdır. Uzun da şeirdir. Bitirməz. Yox mi görərlik, görmək. Görərlik, yəni görə bilməklik. Yox mi görərlik canın gözündə, ya niyə düşdün bu yer yüzündə. Hər dürlü nəfs aldanıb qaldun. Hər dürlü nəfsə aldanıb qaldun. Əsla dibi yox dəryaya daldun. Əla ikən unsu mələkdən, əla ikən unsu mələkdən netmən dillərsən. Netmək yazıbdır, amma bu ehtimalən netmək dilərsən ziri fələkdən. Varmı məani bir bax sözünə? Varmı məani bir bax sözünə? İrdimi dəstün kəndü üzünə? Eridi mi, yetişdi mi? Dəstün kəndü üzünə? Alan versin kəm səndən sana bil. Alan verən kim səndən sana bil. Cəhl içrə qalmə, ol eşqə qabil. Bu səndə sən mi bu ola. Bu nə ol. Bu səndə sənin mi bu xısra ola. Bir dəm təfərrüc qıl sağı sola. Bu xusra ehtimalən bu səndə sən mi bu xusravül ola. Xusravül xusran sözündən olmalı, amma baş tapmıram bu kəlmədən nə ola. Mənasını da düşər. Xusran görürəm. Bu səndə sən mi bu xusravül ola. Bu dəm təfərrüc qıl sağı sola. Qətrədən gəldün gizli nəfs. Çox üzrə. Qətrədən gəldün gizli nəfəsdə ya nəfsidə bir pərvanə üçün qaldın qəfəsdə.
Pərvanə üçün qaldın qəfəsdə. Sən səni sandın bir mərd kamil. Haqqı bu buyruğuna olmayıb amil. Haqq buyruğuna olmayıb amil. Yel ki ehtimalən bu yel ola, bil ola. Yel ki gəldin, nə bil ki də qaldın. Bil ki yel gibi gəldin, nə bəlkə də qaldın. Nə bəlkədə qaldın. Yel gibi gəldin, nə bəlkədə qaldın. Ehtimalən bu da beləsi oxunmalıdır. Amma bu nə ayrı deyil. Ona görə nə bilkədə qaldın. Bilmirəm. Yəni nə bəlkə mən oxudum, amma eləyə bilər nə bilkədə ola. Yəni nə bildin yeri. Yel gibi gəldin, nə bilkədə qaldın. 7 həcimə kəndini saldın. 7 cəhimə. Əlbəttə cəhim deyil. Həcim olacaqdır, həcimə. 7 həcim, həcmlər. 7 həcimə kəndini saldın. Nəfs ateşini eşq odi sandın. Nəfs ateşini eşq odi sandın. Çün gəldi əqlün, şimdi utandın. Çün gəldi əqlün, şimdi utandın. Ta getməyincə səninlə nəbilün, o üstəki var idi, o həman kəlmə burada təkrar oldu, nəbilkidə dedim, o nəbilində. İndi bu da nəbilində olacaq, üstəki də, nəbilin. Ta getməyincə səninlə nəbilün, tərk olmadın həm bu canə nənlün. Nənlün, nəblün, nənlün. Heç anlatmaz bir nəsnə bunda. Heç anlanılmaz bir nəsnə bunda. Qəndə ola kim adəmdə tündə. Qəndə ehtimalən demiş ki, hətmən mənisinə gəlir, kamil mənisinə gəlir. Adəmdə tündə bunda ola bilər, bir bu ola bilər, bir də tün özü təndiri yandıranda bir uzun bir baca kimi bir yer qoyarlar aşağıdan. Yel gələr, oradan gedər oraya, o yerdir ki, orada od yanar. Buna da tün deyirlər. Ehtimalən o anlamda ola, bilmirəm. Dərviş dəralik taət ibadət sənindir bu rəsmi adət. Fərzü sənnəndir bu rəsmi adət. İlm-i məarif eşq bularız. Eşq bualar. İlm-i məarif eşq yuvalar. Ah bu dərdə hikmət dəvalar. Oruc namaz var azkar. Avrad azkar. Oruc namazu avrad azkar. Niyyətdir ancaq həb qeyri əfkar. Diqqət buyurun, deyir ki, oruç namazın özü niyyətdir. Bunlar əslən şeydə bilmirlər. Yəni, mollalar dedikləri budur ki, biz niyyət edirik ki, namaz qılaq, ya oruç tutaq. Deyir, yox, onun özü niyyətdir. Nəmə niyə niyyət edirsən? Yəni, orucu tutursan, o oruç tutmaq özü bir niyyətdir bir işə, nəyə? Onu deyir, çox calib deyir. Bu düşüncəni mən əslən indiyəcən eşitməmişdim. Çox gözəl bir düşüncədir. Oruc, nəmaz, əvrad, əzkar, Allah Allah demək filan bəhman, niyyətdir ancaq həb qeyri əfkar. Onlardan sonra hamısı da əfkar, nigeranlıqdır. İnsan deyir iki şeydir. Tamamən nigerançılıqdır. İlla niyyət eləyən. Niyyəti nədir? Niyyət də oruç tutmaq, namaz qılmaq. Yəni, onlarla biraz rahatlaşır əfkardan. Əfkar türkçədə şey demək deyil. Düşüncə demək deyil. Nigerançılıq deməkdir. Oruc, namaz, əvrad və əzkar niyyətdir ancaq həb qeyri əfkar. Bu cümlə həstün dünya və uxra. Bu cümlə həstün
dünya və uxra, həqdən aliqur, kübra və suğra. Həqdən aliqur, alıqdır. Həqdən alıqdır, kübra alıqdır, yəni alınıbdır. Həqdən alıqdır, kübra və suğra. Burada arvad kişi adı deyil, kübra və suğra, yəni o məntiq ki, onu işlədirsiniz, məntiqdə, bəhslərdə ki, danışırıq bir-birimizdən, biz məntiqlə danışırıq, dəlillər, birinci dəlil, ikinci dəlil, nəticə falan, bunlar şeydir, onu deyir ki, bu kübra və suğra. Dana və nadan yoxdur fənada, bu əqlə sığmaz düşmə inadə. Dana və nadan yoxdur fənada, bu əqlə sığmaz düşmə inadə. Müflis, miskin, dəvriş, laləm önündə. Desə birisi, yox bəndə bənlik. Desə birisi, yox bəndə bənlik. Miskinlik oldu, pəs onda bənlik. Bənlik deyir onda xodbini, farsça desək, xodmihvəri deyir, onda oldu miskinlik mənasında görsənir. O özünü o gibi görsənir. Haqda yox olan qalmadı getdi. Haqda yox olan qalmadı getdi. Haqda itib gedən, o haqqa qulaşdı, o qətrəşi düşdü okyanusa, o da okyanus oldu, onu istədiyə. Haqda yox olan qalmadı getdi, məhv oldu özü, bənlik düşəndi. Bənlik düşəndi. Batillə zahir bir oldu aqdi. Batillə zahir bir oldu aqdi. Həm ol axər, həm özü getdi. Həm ol axər, həm özü getdi. İbrətlə baxsan ruy cəhanə. İbrətlə baxsan ruy cəhanə, görübən ancaq şəhanə. Bilmək, bilənmək surətdə qaldı. Bilmək, bilinmək surətdə qaldı. Qətrə yox oldu, çün bəhrə daldı. Bu tac-ı xirqə növ-i bəşərdə şeyxülən müridülün ancaq tişardə. Bu tac-ı xirqə növ-i bəşərdə şeyxülən müridün ancaq tişardə. İçəridə bir olurlar yəni. Nə qaimi var, nə adı, nə sani. Nə qaimi var, nə adu sani. Cümlə həqdir, səb'ül misani. Əşya göründü, fənada halik. Əşya göründü, fənada halik. Ol həy qəyyum, ortada malik. Fikir edirəm ki, şeir qutardı. Yox, bir cümləsi qalır, onu da oxuyaq. Sonra bu kitabdan geçək. Bir fatihədir kəndi yüzünə, bir fatihədir kəndi yüzünə, tutar qulağın kəndi sözünə. Qutardı. Fəhvasincə, yəni bu şeir fəbəyyənə ən yəhmilna və əşfəqnə minhə və həməlhə l-insan innəhu kânə zülûmən cəhûla. Bir ayət Quranda ki, deyir, biz əmanəti yerlərə, göylərə verdik, dağlara verdik, onları götürə bilmədilər və dağıldılar. Əşfəqnə minhə və həməlhə l-insan. İnsan dedi, mən onu götürürəm. İnnəhu kânə zülûmən cəhûla. O həm zülm eləyəndir, həm də cahildir. Cahil olduğu üçün bu işə girişdi. Tamam, bu kitabımızı gedək o birisi kitabdan da biraz oxuyaq, əgər eləyə bilsək, tapa bilsək, səfəsi yadımızda olsa əlbəttə.
Umarım ki tapa bilək onu. 35-ci səhifə idi, neçinci səhifə idi? Kitabda tərsədir səhifələrin çoxu, adam baş tapmır ki, nə keçir, amma yadıma gəlir ki, burada ağ var idi. Tamam, gəldik ağa. Tamam, bu axirdən görək buna bir şey tapa bilirik, bir Awliya-i kiram benim bənə zatım idrakindən valih və heyran olub bənə cümləsi əczilərinə mərifət olmuş, mü'tərif olmuşlar der. Öyle olsa ey meczub səlim divanə. Bu hədis daimən virdün olsun. Subhanəkə ma abədnəkə haqqə ibadətik ya mə'bud və subhanun ma zəkərnəkə ya mə'bud subhanəkə ma zəkərnəkə haqqə zikrik ya məzkur subhanun ma şəkərnəkə haqqə şükrik ya məzkur subhanəkə ma şəkərnəkə haqqə şükrik ya məşkur imdi bari Teala'nın xeyri bi xeyrlün və nişanı bi nişanlıktır ki xeyri bir xeyirlik və nişanı bir nişanlıktır ki künhi zatın kimsə bilməz yenə kəndi zatını bilən kəndidir kəmah və haqqı inni anı kimsə tevhid edəmədi. Hər kim nə bilislə bilmirəm bu nə oxunacaqdır. Nə bil ki kisilə tevhid edərsə müşrikdir. Vəssalam təmmə qutardı. O birisi kitab 2 səhifə sonra başlayır. Ona görək ki, o nədir? Bunun xətti ondan daha rahatdır. Yəni onun xətti əlbəttə onu oxudum. Yəni deyim ki 100 kəlmə oxusaq 98-ini oxuya bildim. Yəni 98%-ni oxuya bildim. Tərcüme-i Risale-i Hawzul Hayat. Bu kitab Hawzul Hayatın tərcüməsidir. Min təlifat Şeyx Əkbər Muhyiddin Ərəbiyyəl Qadiri Qıddəsəl-Ruhan. Yazanı da Muhyiddin Ərəbi Həzrətləridir. Allah rəhmət eyləsin. Bismillahirrahmanirrahim. Onu tərcümə edibdir. Elhamdülillahi Rabbil alemin. El-münezzeh en zat indad zatil müqəddəs. En sıfatul əzdad sıfatihi və salatihi və salamihi. En seyyidina Muhammedin və alihi və səlləm təslimən kəsirən əmma ba'd. Təhqiqən diyar-ı Hindidə məruf və mü'təbər Hawzul Hayat ismiyle müsemma bir kitab var idi. Hindistan'da bir kitap var imiş, adı Hawzul Hayat. Bu kitabın da adı, indi bunları yazıq, bunların əvvəlkinin adı nə idi onu? Səhifə 32-dir, tamam ki, burada əvvəl o birincinin adını yazıq ki, Burhanul Arifin və Necatul Qafilin. Məcmuəsinin adı nə mənədir? Burhanul Arifin və Necatul Qafilin. Bu birincisidir. İkincisi nə oldu? 34-də gedək. Bunun adı nə oldu? Tərcüme-i Hawzul Hayat. Tərcüme-i Hawzul Hayat. Bu da ikinci kitab. Gəldik bura. Amma bə'd təhqiqən diyar-ı Hindidə məruf və mü'təbər Hawzul Hayat ismiyle müsemma bir kitab var idi. Vəkha ki müsəlmanlar Hind diyarını fəth etdilər. Mən bunu vaxtha ki oxudum, yəni o vaxt oxuyuram, amma bunu hər halda biraz oxuması çətin oldu. Vaxtı ki, deyək belə, vaxtha ki, bəli, elə bu vaxt olacaqdır. Vaxtha ki, cümə gün camiə daxil və uləma-i müslimindən sual edib hazır məclis olan İmam Rüknüddin Məhəmməd Səmərqəndiyə işarət eylədi.
imam deyir ki, o imam ki var imiş məsciddə namaz qılırmış, o hazır məclis olan İmam Rüknüddin Məhəmməd Səmərqəndiyə işarət elədi. Dedi ki, o hindilər ki, girdilər məclisdə sual soruşsunlar, o imam Rüknüddin Məhəmməd Səmərqəndi ki, bir türkdür, onu göstərdi. İşarət elədi və dedi ki, kimə ibadət edərsiniz? Müminin dedilər ki, bil-qeyb Allah Teala'ya ibadət edəriz. Ol hindi amma məgər kimdir? Dedi. Yəni o hindi soruşdu ki, o Allah ki qeybi deyirsə o kimdir? Məgər kimdir dedi. Dedilər ki, Muhammed sallallahu yox burada şeydir. Müminin dedilər ki, bil qeyb Allah Teala'ya ibadət edəriz. Ol hindi imam kimdir? Aha, imamın kimdir? Bağışlayın. O hindi ol hindi imamın kimdir dedi. İmamın kimdir? Dedilər ki, Muhammed sallallahu aleyhi və səlləm həzrətləridir. Ruhi haqqında imamınız nə dedi? Diye sual etdi. İmamımız buyurdu ki, Huvə min əmri Rəbbi. Ruh Allahın əmrindəndir. Cavabın istimaində təsdiq edib İslam'a gəldi və bir alemi müfti oldu. Getdi fətva səthinəcən. Ondan sonra zikr olunan kitabı alıp müminlerin imami qətinə gəldi. İmam dəxi o kitabın məfhumində ziyadə təəccüb etdi və dərunində müntəvi olan məani şərifəsi ilə əməl eylədi. Hatta ol kitabı ilə əməl edənlərin mərtəbəsinə erişmiş ol kitab 10 babıdır. Erişmiş ol kitab 10 babıdır. Zikri bu kitabıda gəlir. Təhqiqən bu kitab ilə yevminə haza baqidir. Deyir, bu kitab baqidir. Sərtacül Arifin və Qavsul Vasilin Şeyx Əkbər Muhyiddin Ərəbi Qəddəsə sirruhul Sami buyurur vaqta ki yəni vaqta ki bu kitabı vaqif oldum və bəzi arif billah dedi ki ey benim oğlum bu qavmun ulumi kitabıdan fəhm olunmaz illa ki bir qəlbidən bir qəlbə can ilə ilqa oluna. Pəs indi müsənnif məbdə və məadidən sual edən salik cavabından hikayet edip dedi ki qədim olyada idim ki ol benim aba və əcdamın məskənidir. Hala burada bir şey yazıbdır ki onu oxuya bilmədim. Hikayet edip dedi ki qədim ol biladidə oldu düz. Ol biladidə idim ki ol benim aba və əcdadımın məskənidir. Bilad sahibi bəni tələb eylədi və dedi ki, bizim bəldəmizdə sakin olmaqlıq. Bizim bəldəmizdə sakin olmaqlıq salih olmaz. İlla bəldi-i mə'murəyə səfərdən sonra olur. Ki ol bilad-ı mə'murə bizim müntəhai biladimizdir. Mə'murəni biraz böyük yazıb, yəni bir yerin adı deyləbi. Pəs o dedi ki, bilad sahibi bənə bilad sahibi, yəni bəllidir ki o zaman bir şəhərin, yerin sahibi varmış da böyük. Bilad sahibi bəni tələb eylədi və dedi ki, bizim bəldəmizdə sakin olmaqlıq salih olmaz illa bəldi-i mə'murəyə səfərdən sonra olur. Ki ol bəlad-i mə'murə bizim müntəhai bəladimizdir. Yəni o yap üstü şəhərdir. Və səfər etdikdə əhdimizi unutma ki ol əhdi ələst bi Rabbikumdur. Səfər etdikdə əhdimizi unutma ki
اول عهد الستو بربکم، آیا من sizin Rabbiniz değilim? Tahqiqən sən ol biladı ma'murədə bəni bulursun. Wow. Aslında bu biladı ma'murə yer adı değil. Ürəkdən danışır ya Allah'tan danışır. O misal Əflatuni burada gəlir. Yəni misal Əflatuni burada iş verir. O Tahqiqən sən ol bilad mə'murədə bəni bulursun və ol bilad mə'murənin vəsfini qoymazda turan vəzir ağanın izni ilə çıxar. Vaxta ki bilad mə'murə səfər edib vasil oldum, vəziri buldum və ana salam verib ol dəxi aleyk alıb. Pəs ana dedim ki bəldə-i mə'murəyə səfər etməklə Əfəndimiz bana əmr eylədi. Vəzir dedi ki təhqiqən sənin səfərində şədid və uqabat vardır və bizə rücuində ondan dahi ziyadəcə şədədlər vardır. Pəs indi xof edərəm ki səfər etdiyində əhdi unudub abdərün fərağın və abdərün unudub da bedərün fərağın alməndə baqi dusalın bəid olursun. Bunu biraz oxuya bilmədim burada. Çünki anlaya bilmədim, mənanı ala bilmədim, düşüncəni ala bilmədiyim üçün oxuya da bilmədim. Pəs indi xof edərəm ki səfər etdikdə əhdi unudub da bədrin fərağın əlmində baqi və visalün bəid olursun. Ben vəzirə dedim ki əlbəttə bu bəldə-i mə'murənin səfəri bizə labüddür. Pəs indi ol bəldə-i mə'murənin sifətini bana vəsf eylə və təriqini bəyan eylə. Vəzir dedi ki qovlumuz dinlə və əhdi unutma. Təhqiqən sən bəni və Əfəndimizi ol bəldədə bulursun. Pəs indi əvvəla qət edəcək şədaiddən iki dərya vardır. Biri nəfs və biri təbiətdir. Dedi tağ və şayət 7 və 7 dağ və 4 əqəbə və 3 mənzilgəh bəla və afat ilə məmludur. Heyfdir və başın üzrə münkəsən yorursun. Pəs indi münkəsən nə olacaqdır? Təşdid də qoyubdu, səs də qoyubdu. Münnəkəsən yorursun. Pəs indi vaxtı ki bu zikr olunan şədaidi qət edərsin, nəfsini bəldə-i mə'murə bulursun və bəldə-i mə'murə nəfsin üçün iki yol bulursun. Biri zahirində və biri batinində və o əvvəlki yoluna zahirdir. 5 bab üzrədir. Əvvəlki yol ki zahirdir, 5 bab üzrədir. Əvvəlki babidə bir şəxs bulursun ki ol
Lemsdür anın kersisi. Lemsdür anın gür sesi ganden derya üzerinde vez olunmuştur. Ol şəxs əvvəl kürsüdə calisdir. Aha, oldu kürsüsə, orada kürsüsü. Mən kürsəsi oxudum, o kürsüsü olacaqdı. Əvvəlki babidə bir şəxs bulursun ki, ol məstər anın olmuşdur. Anın olmuşdur. Ehtimalən burada nöqtə düşmüş olsa olmuşdur. Anın kürsüsü qanden derya üzerinde vəz olunmuştur. Bu kəlmə burada məni çox gicətdi. Əvvəlki babicə bir şəxs bulursun ki, ol ləmsüdür. Ləmsüdür. Ləms, fələc. Ol ləmsüdür. Anın kürsüsü qanden derya üzerinde vəz olunmuştur. Ol şəxs əvvəl kürsüdə calisdir və bilad mə'murənin hökmü və səlah və fəsadi yədindədir. Onun əlindədir. Yədindədir, onun əlindədir. İkinci babidə bir şəxs axər dəxil bulursun ki, ol bəsərdir. Göz. Eyni kimi. Ol anda calisdir və bilad mə'murənin naziridir. Üçüncü babidə bir şəxs axər dəxil bulursun ki, ol səm'idir. Anın kürsüsü ateşdə vəz olunmuşdur. Ol anda calisdir və bilad mə'murənin casusidir. Dördüncü babidə bir şəxs axər dəxil bulursun ki, ol zovqudur. Anın kürsüsü oda qalmışdır. Ya suda qalmışdır. Üstəki də qalmışdır olacaqdı. O şey ki var. Düz oxuduq yox. Və ol anda calisdir və bilad mə'murənin fərmasidir. Beşinci babidə bir şəxs axər dəxil bulursun ki, ol şəmmidir. Şəmmidir. Anın kürsüsü havadədir. Və ol anda calisdir və bilad mə'murənin memaridir. Və ikinci bölkə yoluna. İkinci yolun ki batindədir. 5 bab üzrədir. Batin. İndi burada havas-ı pəncgane ki farsça deyirlər, ərəbcə deyirlər. Havas-ı pəncgane. Beşli havaslar, hissilər, o beşli hissiləri saydı əlan. İndi gedirik batini hissilərə. Deyir ki, ikinci yol ki batindir, 5 bab üzrədir. Əvvəlki babidə bir şəxs bulursun ki, hissi müştərəkdir. Anın kürsüsü səbr üzərindədir. Əgər düz oxusam, ehtimalən bu səbr olmaya. Mən o cür görürəm, səbr görürəm, amma görək. Anın kürsüsü səbr üzərindədir. Təbiəti rütubətə maildir. Nisyan anın üzərinə qalibdir. O bəldi məmurərin umurindən hər nə müşkül ki ana ərz olunur isə həll edər səbrinə. Pəs səbr oxumuş düzdür. Lakin hifz edəməz, saxlaya bilməz deyir. Calibdir. Çünki səbri davam tapması mühümdür. İkinci babidə bir şəxs axər dəxil bulursun ki, ol xiyalidir. Anın kürsüsü ateşdədir. Təbiəti yubusətə maildir. Və ol bəidül fəhmidir. Çox bir vaxt dərk olunar. Bəidül fəhmidir. Bir vaxt dərk elər. Bir şeyi rəy fəhmidə həman xiyalı dedi ki, mənə rəyini burada dedi ki, xiyaldır, rəy. Fəhmidə ani unutmaz. Ol bilad mə'murənin zakiridir. Üçüncü babidə bir şəxs axər dəxil bulursun ki, ol dəhmidir.
vəhmidir, çox üzr istəyirəm. Vəhmidir, vəhm. Anın kürsisi havadədir, təbiəti burudətə maildir. Ol bəldədə kəzb edər və töhmətləndirər. Kizb eder ve töhmetlendirer ve iftira eder ve bilmediği şey üzerine hükmeder. O şahsı iltifat etme. Bu ne oldu? Vahm. Vahm. Dördüncü babıda bir şəxsi axar dəxi bulursun ki, ol qüvvət-i mütəhəyyilədir, mütəhəyyilədir. Anın kürsisi su üzərindədir və təbiəti hərarətə maildir. Bir vaxti olur ki, mələikə sifəti üzərə olur və bir vaxti olur ki, şeyatin mürdə sifəti sifəti üzərə olur. O şəxs əşyayı təlif edər və təfriq edər. Təlif yəni bir-birinin üstünə qoyar, cəm edər. Təlif edər və təfriq edər, ayırar. Və ol bəldə-i əcayib və qəraibi və elmi səmiha və səmiya və elmi سمیا و نار نجات و نجوم و شعر و جمیع bu cəlibdir. Hangisiydi bu? Mütəxəyyilə. Mütəxəyyilədə deyir ki, ol bəldə-i əcayib və qəraibi və elmi səmiya və şimya ehtimal olacaqdır. Nüqtəsi düşübdür, nəzərimə gəlir. Simiya və nar nəcat və nücum və şeir və cəmi sənayi anın qətində mövcududur. Pəs ulum bu qismətdədir. Nədir bunun adı dedik? Bunun adı dedik ki, mütəxəyyilə, təxəyyül, aldayıb, yəni səni keçib, bulub keçib. Aldayıb, məğrur etmədən həzər eylə. Və 5-ci babıda bir şəxs axar dəxi bulursun ki, ol hafizdir. Anın kürsisi bir üzərində, yer üzərindədir və təbiəti etidalə maildir. Anın üzərinə məkr hilə qalibdir. Və ol bəldənin hafizidir. Həyatindən biridir. Həyatindən biridir. Bu əhlərin əfalini, bu ablərin olmaz, anlərin olar ehtimal. Əfalini hifz edər. Qəçən sən ol məmləkətə daxil olasın. 7 şəxs bulursun. Tamam, bu davamı var. İrfanın mərhələlərin görsədir çox cəlib şəkildə. Kitab çox gözəl yazılıb, rahat yazılıb, əl yazmadır, şeydir. Bunu oxumaq çox daha qolaydır məncə. Gedək görək ki, o birisi kitabı tapa bilirik. Bunun da axirində bir əlbəttə baxaq görək ki, bunun axirindən bir şey oxuya bilər, bir tarix tapa bilərmiyik ya yox? Onu oxuyaq. Bunun içi teyxə şeydir. Burada bir şey demiştim, gəldi qura. Cülus vaxtində və yatacaq vaxtında səni əhatə edəcək miqdari bir bəyaz məndil olub, ol nəcür ilə təbxir edərsin, buxur ilə. Ol əvvəl buxur ilə təbxir edərsin və ətrafına dairəyi cizdikin vaxtində bu kələmatı 7 kərə oqursun. Kələmat budur. Alın, zikin, bayn, səhlin, əlin, budin, zakin,
Mein Gurin Gasin. Bunlar hər halda bunları çox cəlibdir bu kitabı. Bu nədir? Bu ehtimalən dualardır. Bir cür bir duadır ya, cadudur, bilmirəm. O cür bir şeyə nəzərə gəlir. Bəlkə də irfanda bir şeylərdir, bilmirəm. Mən bilmədiyim üçün bunların yaxın, bu əlbəttə davamı var. Məsələn, burada da Tazaşdan bir ayrısında, ayrı səhifədə dadarın ki, nə cür olacaq, nə cür olmayacaq. Kitab burada qutarır. Bunu da bir axirinə bir baxaq, görək ki, nələr var. Kitabın axirindən bir neçə sətrə oxuyaq, görək ki, nələr var. Bətni qəlbindən mütəsəllib olur. Və boğaz üzərində pürlər var, pərlər vardır. Ol pərdələr vardır. Ol pərdələrin münşii içəridən tişəriyə doğrudur. Münşii, bilmirəm ki, yəni nə demək. İndi bu münşi mənşəi kimi bir şey olacaqdı, amma içəridən eşiyə. İçəridən təşəriyə, təşəri dışarı həman. Təşəriyə doğrudur və üçün udul edər. Və üçün udul edər. Və ikinci ağız ol təmərün ağzıdır ki belbazə bu cövfə müttəsil olur və bu təmrlər isə qeyri zaridir. Yəni o ruhi degildir. Ancaq onun pərdeləri qəliz və qalindir. Məşruhun şəriyani bunun gibi tərif etdilər. İlla bu qədər vardır ki, təhqiqən şərainin ağşiyələri uruqdən dəxi əsmən və əqləzdür. Vallahu a'lemu bis-savab və ileyhil merce vel ma'ab və sallallahu ala seyyidina və ala alihi və sahbihi və səlləm ma qara'a kitab və tahalli sahab və rahimallahu əmrən şərb qitab və həqiqə fəslül xitab vallahu a'lemu bis-savab. Tamam, bunu da gördük. Getdik 3-cü kitaba. Feyz-i Qudsiyyə. Bunun da adı Feyz-i Qudsiyədir. Bismillah. Kitab-ı Feyz-i Qudsiyyə min təlifat Şeyx Musa ibn Tahir el-Qadiri qəddəsə sirruh. Bismillahirrahmanirrahim. Bundan da bir az oxuyaq, görək ki, nə olur. Həmd-i bihəd və sənayı biəd ol vacib-ül vücudun cənab-ı hüviyyətinə məxsusudur ki, xəlq eylədi kəndi nurindən ruh-i pak Muhammedi ayinə olmaq üçün zat-ı bicad eylədi pərtu-i nur Muhammedidən izhar etmək üçün kəmalini Rəsulun cəhanə və ələ alihi və əshabihim nücumil huda və xulafai rüsul xuda rızvanullah teala aleyhim əbəda. Amma bəd bu zəif fəqir Musa ibn Tahir ғفرallahu ləhuma min zunub el-batin və zahir günlərdən bir gün min zunub el-batin və zahir günlərdən bir gün gönül qəvvas var təfəkkür bəhrinə var təfəkkür bəhrinə talub məani dürlərin cəm eylədi əql təbəqinə qoyub can dəllalının əlinə verib eşq bazarına götürüb həqiqətimiz ilə tər tutub gördü ki, hər birinin qiyməti bibəhadır. Xəzain salatin anın qatində bimanən və bibəhadır. Sərraf koneyn cəm olsa bu, sərraf koneyn cəl olsa budur məaninin,
dürri meaninin behasın bilmezler ve dükli zul ugul ve dünli yani mütefavit ve dünli zul ugul bu dürrün vasfinde aciz kalıp beyana getiremezler. Çün gördüm ki qəziyyə bu vəc ilədir və deməklədir. Dim ki, dinmə sərraf alinə vermə. Deməgə ehtimalən, bəli. Deməgə sərraf əlinə verməgə bu dürri bibəhayı layiq deyildir. Lacərəm Gögül Sultanına təslim etdim. Gögül Sultanı dəxi sirri xəzinəsinə qoyub xəficə kilidin ördicə əğyar ana yol bulmiyə. Çün hal bu minval üzərə oldu. Qeyb hatifdən səm'i canə nida erdi ki, ey əsrarı xəzinə canidə pinhan qılan və ey cəvahiri məani dürlərinin sərrafidir. O kamillər ki məani dürlərinin sərrafidir və ol arif fazillər ki əsrar Rabbaniyə cövhərlərinin xəzinəlvarləridir. Ki bazar eşqdə carsuy ətqiyadə dükkan müşahidə mütəkiflərdir və ol mühəqqiq münhalər ki münəhhalər olacaqdır, mənhi eləyən və ol mühəqqiq münəhhalər ki dəryای vəhdətdə qətrəvəş bir rəng olub məqbul həzrət olmuşlardır və savami həzrət qudsidə təht qəbabidə məhfuz olmuşlardır. Qəbabi bilmirəm nədir. Və savami həzrət qudsidə təht qəbabidə məhfuz olmuşlardır ki qeyri Allahın onlara ittilai yoxdur. Nətəkin buyurmuşlar ki buyurdu Oliyai təht qəbai la yurəfəhum qeyri. Zahir əxlaqlə məxlut olub. Zahirən xəlq ilə məxlut olub. Bəli, bunun indi oldu, düz oldu. Zahirən xəlq ilə məxlut olub kəndülərin surət-i biganədə göstərərlər. Batində haqq ilə aşina olub do cəhanidən fariq olmuşlar. Əl'an mövcudlərdir. Küllü mən əleyha fan sirri təcəlli qılınca münqəti olmazlar. Əgər sən bu dürr-i məaninin bəzi xaməsindən əhkam şərai nəbəviyyəyə mütabiq olub təfəhhüm zul-uqulidən bəid olmayacaq miqdar zikirdən qətrə və günəşindən də tərik əgər ərənlərdən birinin mübarək əlinə irib nəzəri kimyalərinin pərtovi doğunacaq olursa sən biçarəyi xeyri dua ilə yad edələr onların duaları bərəkatidən Haqqı Teala üsyanını əfv edib tami ki
Məğfur divanında tam ki məğfur divanında səbt edə imdi mərcu oldur ki mərcu deyil ha, eyni yoxdur axırda. Mərcu oldur ki kim ki bu risaliyə nəzər edə bu fəqiri xeyri dua ilə yad edə Haqqı Cəllə Cəlaluhu firdevs əladə civar müstəfadə məskən verə dəxi ilham türündən xitab müstətab erdi ki Salatin yeryüzünde Hakkı Teala'nın zillidir. Ve kâle Resulullah sallallahu aleyhi ve sellem hazretleri tamam buradan geçsək bunları çünkü bu şeydi. Bu kitaptan da okuduk. Çok güzel kitaptılar. Bu kitapları gördüm, sevindim dostlar. Neden ben ömrümü Fars dilinde çertipert yazmaqla məşğul eləmişəm, ataşqal sözlərlə və fikirləmişəm ki, çox ciddi bir şeylər yazıram. Əlbəttə, onlar da ciddidir, demirəm, onlar da ciddi deyil, amma özümün içmə neynəmişəm, yəni mən. Nəhayətdə pul qazanmaq, maşın almaq, ev almaq fikrində mən eşqdən bir şey düşünməmişəm əslində. Bu cür dərin düşüncələr. Bu kitabın son səhifəsinə bir nəzər salaq. Yəni, Salatin yeryüzündə Haqqı Teala'nın zillidir. Zillidən murad məzhər mənasınədir dəxi. Və dəxi xəlifə mənasına demək olur ki, Haqqı Teala'nın səltənət sifətinə padişahlar məzhər düşmüşlər, ya müzəhhər düşmüşlərdir. Ol sifətün hükmü bunlardan zahir olur cəhanədə. Bunlar əgər ədl üzrə olub, ol ismin haqqını əda edəcək olurlar isə sifətün sirri onlara təcəlli qılır. Onlar dəxi Cənab-ı Zat-ı Əqdəsdə müqərrəb olurlar və yeryüzündə Haqqı Teala'nın xəlifəsi olur və bu taifə dəxi qutb-ı aləmin hükmündədir. Zira qutb-ı aləm məzhəri tammüdür və ruh-i pak Muhammediyyə varis mənəvi düşmüşdür. Əgər Salatin ədl üzrə olmayıb, ismin haqqını riayət üzrə olmayıb, ol ismin haqqını riayət etməsələr, Haqqı Teala müntəqim isminin hükmüncədir ki, niranıda əzab edər imdi vüzəra və ərkan səltənət dəxi nə vəch ilədir dersən hər biri Hakkın əsmasından bir ismə məzhər düşmüşlərdir. Əgər ol ismin haqqını riayət edərlərsə, ol ismin sirri bunlarda təcəlli qılır, onları qurbi haqqa dəvət edib məqam-ı cəm'əl-cəm'ə irəşdirir ki, ol vəhdət mənzilidir. Pəs kəlami tətvil lazım deyil, sair əhl-i hikəm və əhl-i sənayi bu növ üzərədir. Hər biri sənətdə ədl üzərə olacaq, haqqa vasil olmuş olur. Sidq ilə və ixlas ilə heç biri məhrum qalmaz. Təmmət qəmu dildə məna vardır, bilinə. Qəmu yolda haqq bulunur, bunu bülünə. Təmmət. Tarix qoymadı. Elə əvvəldə ki adım demişdi, o. Getdi 4 səhifədən sonra 4-cü kitaba başladıq. Tərcüme-i kitabı Risale-i İnsan-ı Kamil. Tərcüme-i Risale-i İnsan-ı Kamil. Min təlifat Şeyx Abdülkerim Əl-Ceyli El-Qadiri Haqid ya Haqid olacaqdır. Hafid Şeyx Abdülqadiri Əl-Keylani Qəddəsə Sirruhus Sami. Bismillahirrahmanirrahim. Çox gözəl bu günləri irfan haqqında oxuruq. Çox gözəl kitablardır. Heyf olsun ki ömrümüz
şey verməyəcək bunlar oxuyaq, amma kaş adam vaxt qoyub bu kitabı biraz da türküm yaxşılaşsın. Bəlkə inşallah Allah bu fürsəti verirsə, ömrü verirsə, bunları oxuyan səsli kitab ola, qoyaq dostlar qulaq asalar. Amma türkünü yaxşı başaram. Aleyküm salam, selamun aleyküm. Eləyə bilək ki, biraz hızlı oxuyaq. Bismillahirrahmanirrahim. Haqqı subhanehu və teala'nın bəsəri məlumatının şuhud etibarı ilə zatindən ibarətdir. Və eyni ədai ilmi və eyni mədai ilmi ya nidai ilmi etibariyle zatinden ibarettir. Hakkı subhanehu ve teala be zatihi bilir ve be zatihi görür ve be zatinde teaddüd yoktur. Mahalli ilmi mahalli eynidir. Ve Hakkı subhanehu ve teala eşyayı görmekten zail olmaz. Ve lakin bir şeye nazar eylemez illa dilediği vaktide nazar eyler ve Hakkı subhanehu ve teala mesmuini qabl sam'i bilir. Bundan sonra ol mücellada ma'lumudur. Ol mücellada ma'lumudan husuli, o mücellada ma'lumudan husuli tariqiyle ma'lumudan husuli tariqiyle tecelli ilmiden gayri şey yoktur. Gerçi ma'lum kendi nefsi olsun, gerçi mahlukatı olsun. İmdi Hakkı Teala'nın sem'i ilmi tecellidendir. İmdi Hakkı Teala'nın sem'i ilmi tecellisindendir. Ma'lumiden ifadesi tariqiyle ma'lum olsun ki tahqiqan kelam Allah min heysu el cümletu Hakkı Teala'nın tecelli ilmidir. İlmi izhar itibariyle ve Hakkı Subhanehu ve Teala'ya bu kitap çok onlardan dərindir. Çünkü bunun her kəlməsinə ehtiyac var ki, üstünde danışılsın. Biraz bunları cavanlığımda oxumuşam biraz. Bir şeyler zihnimde var ama belə oxuyub geçmək deyil ki. Bunun her bir kəlməsinin üstündə, yəni mən məsələn deyək, bir dana cümlə oxuyum, oradan deyək da, məsələn bunu qeydək əvvələ, əgər qeydə bilsək. Hakkı Subhanehu ve Teala'nın bəsəri məlumatının şuhud etibariyle zatinden ibarətdir. Bəsəri məlumatı nədir Allah'ın? Şuhud nə deməkdir? Etibariyle zatinden ibarətdir nə demək? Və eyni nidai ilmi ya nidai ilmi etibariyle zatinden ibarətdir. Burada eyni bəsəri bu da olacaqdır ehtimalen və eyni sedai ilmi olacaqdır. Mən burada əlbəttə muda oxunur. Etibariyle zatinden, bunlar hamısı çox ciddi məsələdir ki, o 4 kitap, 3 kitapçı önce oxumuşuq, onlar buna müqəddəmədirlər əslində. Deyir ki, və Hakkı Subhanehu və Teala'ya aleyhim təsmiyə olunur. Mütləqa ilmi haqqa nisbət ilə və alim təsmiyə olunur. Ma'lumiyyət əşyai nisbət ilə və allam təsmiyə olunur. İlmi ma'lumiyyət əşya ilə ma'an nisbət olunursa, indi alim ismi sifət nəfsiyyətdir. Masavadan bir şeyə nəzər olmadığından, amma sifət-i fiiliyyənin ismidir. Sifət fiiliyyənin ismidir əşyaya nəzər olduğundan, amma İlam nisbət ilmiyyəyə nəzər ilə ismi sifətdir. A'lam, amma a'lam nisbəti ilmiyyəyə nəzər ilə ismi sifətdir. İndi burada kəlmənin feildir, faildir, məf'uldur, ismidir, ismi zamandır, məkandır, nə bilim, sifətdir, sifəti
ismiyyət, sifət, nisbiyyət, sifət, bunlardan danışır ki, bunlar hamısı yenə də çox Allahla nisbət bunları danışanda çox ciddi bir şeyə keçir. Dərin bir elmə keçir. Nəzəri ilə ism sifətdir, əlim kimi və əlim də o cürdür. Və məlumiyyət əşyaya nəzər ilə ismi sifət fiiliyyədir. İsmi sifəti fiiliyyədir. Haqqi subhanəhu və teala nəfsi və nəfsini və xəlqini elmi sifət nəfsiyyə əzəliyyədir. Çox dərindir. Bunu şeydir, yəni çox ciddi məlumatdır, çox ciddi sözlərdir ki, bunu belə oxuyub getmək ciddən başımı biraz şey elədi, çəhətdi. Başım çəhəldi. Çox dərindir. Yəni mən bunu gərək gedəm bir ustad tapam, ciddi halətdə bunları mənə dərs verə. Yəni bu dərs vermək istəyir. Bir şeylər oxumuşam. Allah rəhmət eləsin, bir ustadım var idi. Köhnə tərbiyyətə gedəndə orada bir küçə var idi. Küçənin içində bir məscid var idi. Şimdi onun böyrünü, o məscidin böyrünü yıxıblar. Fikir edirəm ki, mən oradaydım, bunu yıxmışlar. O əmin serahından ta o tərbiyyətə can, ora bazar olmuşdu. Onun bu tərəfində bazara tərəf bir məscid var idi. Çıxılı da məscid, çox böyük məscid deyildi. Orada bir ayətullah var idi. Mən o ayətullaha şahidlik eləmişəm. Allah rəhmət eləsin, Allah ruhun şad eləsin əgər. Hətmən ölmüş olar, yəni indiyə qalmış olması, heç olmasa o zamandan indiyəcən bir 40 il geçir. Onun onda məsələn 45-50 yaşı olsaydı, indi də 90 yaşın geçər yəni əgər qalsa. 90 yaşın geçər qalsa. Qalsa Allah ömür versin, ondan mən bunları birazını ondan oxudum. Allah rəhmət eləsin, Allah ruşad eləsin. Mən yaxçı ustadları yaddan çıxartmamaq gərəkir. Amma müəllimlərimiz bizim yaxçı ustad olmuyor. Haza kitab-ı təriqətnami qutbul arifin. Təriqətnami qutbul arifin də bu kitabın adıdır. Kim yazıb? Şeyx Əşrəfzadə Əbdullahir Rumiyyəl Qadiri. Qəddəsə sirruhu sami. Bismillahirrahmanirrahim. Buradan da bir səfə əvvəlindən oxuyaq. Əlbəttə o birisi kitabın heç axirinə baxmadıq, görək ki, bir tarix var ya yox. Ona qeydim, bir onun tarixinə baxım, görüm. Bir tarix bunda var ya yox. Bunun üzərə ki, əncüməni nuri nəfsində şəm'ün nurindəndir və kəzalikə təcəlliyat-ı ilahiyyənin bu əqsadəcüldür. Bu ağısı deyildir. İlla bu təcəlli humausindən, rəşəhə və bəhrindən qətrədir. Mövcud ikən mədumə, mövcudə ikən mədumədir. Bu təcəlli sultanın zuhurunda, bu ol təcəlli zati müstəəsərdir ki, li nəfsihi min heysi ilmihi bihi müstəhəq olur və baqi təcəlliyat li nəfsihi min heysi ilmi qeyrihiyyə müstəhəq olur. Təmmər risalə. Heç zat yazmayıb, yəni. Getdik bu birisi kitabı oxuyaq. Bundan da bir səhifə əvvəlindən oxuyayım da qalsın. Bismillahirrahmanirrahim. Ətiullah və ətiur rəsul və ulul əmri minkum. Yəni Allah Teala buyurur ki, Allah'a müti olun. Yəni buyruğun tutun. Buyruq əmir, fərman. Buyruğun tutun. İbadət tutun. Yəni sünnətin tutun və şəriətinə müxalifət etməyin. Buyurduğun eşidin. Dəvət etdiyi yola gedin və dəxi ulul əmrə muti olun. Yəni təbərra haqq üzrə
təbərra deyib. Bu nədir? Mətrə haqq üzrə əmr edici. Burada bir kəlmə yazıbdır. Mim oxuyum, he oxuyum, te oxuyum, re oxuyum, ye oxuyum. Hangisini oxuyum bunu? Yəni hünəri haqq üzrə əmr ediciyə hünəri olmaz bu yəni. Yəni münri haqq üzrə əmr ediciyə, amma uləma-i zahir rəhməhullah və ulul əmr bənləri demişlər. Bu orada yənidən sonra bir kəlmə yazıb onu oxuya bilmədim. Yəni hünəri haqq üzrə əmr ediciyə tənri olacaqdır ehtimalən. Amma təngiri deyil. Tənri haqq üzrə əmr ediciyə, amma uləma-i zahir rəhməhullah ulul əmr bəkləri demişlər. Yəni onlara dahi asi olmayalar. Amma məşayix kibar rəhməhullah ulul əmr mürşid kamilləri tutmuşlar ki Rasulullah sallallahu teala aleyhi ve sellem ve alihi yerine qaim məqamidlərdir. Yəni Rasulullah sallallahu aleyhi ve alihi ve sellem ve alihi yerine bu nerede geldi buraya Allah Allah ve sellem yerine qaim məqamlərdir. Xəlifətul xulafələrdir. Haqq yola müminləri dəvət edicilərdir. Amma bu ulul əmrlərin Rəsuldən sonra şul kimsələrin haqqıdır ki, əşrəfün nas və ələm ola müşdirə. Amma ol əzizlər dünya bənligi tərk edib axirət sultanlığın qəbul qıldılar. Pəs öylə olsa məcazi ulul əmr bəklər oldu və həqiqəti ulul əmr mürşidlər oldu. Məcazi ulul əmrlər bəgilər oldu və həqiqi ulul əmr mürşidlər oldu. Pəs belə olursa müminlərə vacib oldu ki, bəglərə dahi asi olmayalar və mürşidə dahi itba edələr. Nitekim Resul Hazreti buyurmuştur sallallahu teala aleyhi ve sellem ve alihi men la mürşide lehu la dine lehu. Yani şul kişinin kim şeyhi yoktur, dini dahi yoktur. Dir yani din dahi imandandır ve bu iman dahi iki türlüdür. Biri taklididir ve biri tahkikidir. Yani iman ve ingiyat eşidip bilmeklikle inanmak ve tahkik görmeklikle inanmaklık yani mürşid ile eynül yakin olunur ve ilmiyle ilmül yakin olunur. Yani zahir ilmiyle ilahi bilirsin, Allah'ı bilirsin, bilmeklik ile yakin olursun ve mürşidi görmeklik ile eynül yakin olunursun. Keşf-i megayib olur ve ilham-ı Rabbani ile hasıl olur. Her ne ki işlese dahi ilham-ı Rabbani ile işlenir, öyle olsa din dahi ve iman dahi tahkik olur. Tamam, görürsünüz ki çok ciddi kitaplardır, çok ciddi yazılardır, çok ciddi kitaplardır. Bugün 2 kitap, 6 əsli kitap oxuruq. Yəni 2 kitap açdıq, amma 2 kitap, biri 11 səhvə idi, o birislər hərəsi də 30-40 səhvədən ibarət olan bir kitaba
ulaşdıq və oxumağa da çalışdıq, amma mütəəssifanə təlim görmədiyimiz üçün oxumağı rahatdır. Yəni kitabın üzünü oxumaq olar. Onun mənasını dərk eləmək üçün təlim görmək lazımdır. Və mən mütəəssifanə naqis o təlimi görmüşəm. Kaş o ustadım mənim qalıydı və vətənimə qeytmək imkanım olaydı. Ya bir ayrı ustad tapıydım, əgər o Allahın rəhmətinə getmişsə və vətənə qeytmək imkanım olaydı. Gedəydim, ya hər yerə getmək imkanım olsaydı, oturaydım, qurmacımı quraydım, oturaydım və nədən isə bu axir kitabı tapa bilmədik ya da geçdik. Gəldik kitabın sonuna. Demişdi 5 kitabdır. 1, 2, 3, 4-ünə baxdıq. Mən birin vəsətdən geçitmişəm. Xəbərim olmayıbdır. Bu kitabı oxuduq mütəəssifanə. Sürətlə gəldik. O 5-ci kitabı itirdim. Bayaq görmüşdük ha, amma indi o 5-ci kitabı qeydirəm dalıya, bəlkə görəm onu. Çünki tərsə qoyublar, o vərəqlər düz gəlmir. Adam onu baş tapmadım hancısıdır. Hər halda bu günləri deyək 2 kitabda, 2 dana kitab açdıq ki, kitab 6 risalədən ibarət olur. Amma mütəəssifənə bunun 5-ci risaləsini niyə tapa bilmədim? Elə bir şəkildə onu da itirdim, yəni o 4-cü risaləni də itirdim. Bunu oxuduq, təriqətnaməni oxuduq. Təriqətnamədən sonra bir dana da var idi, amma təriqətnamədən sonra bir dana da var idi. Bir dəfə də gedirəm axıra, əgər tapsam onu da baxaram, tapmasam yazanda, bunun müqəddəməsini yazanda baxaram, görürüm ki, nə deyil, onu axtarıram, taparam və yazaram. İstəyirdim ondan da biraz oxuyayım, sonra gedim, düzdür, 2 saatdan çoxdur, 3 saata yaxın fikirəm ki, ələn burada kitab oxuram, amma çox ciddi kitablar. Çox ciddi kitablar. Heyf ki, bizə bunları dərs verməyiblər. Bizə bu mədrəsələrdə bunları dərs versələr, bizə danışqaqda bunları dərs versələr, o ataşqalların yerinə ki, bizə öyrədirlər tarixdən, şeirdən, filandan. Bizə belə bir şey, türk dilində belə bir şey öyrətsələr, biz çox ciddi bir gücə sahib olduq. Rəvani gücə sahib olduq. Əvvəl odur, milli gücə sahib olduq. Rəvani güc, yəni milli güc. Milli gücə sahib olduq və bu sinergisindən, bir-birinin üstünə güclərin qalanmasından ayrı bir güc ortaya çıxar və o bizi dünyada bir böyük millətə çevirər. Yəni, yenidən böyük bir millət olaraq tarixin gündəminə çıxarıq və tarix bizi unutduğuna pəşiman olar. Hər halda elə bəlkə bu 4 dənə imiş, amma mən yadıma gələn 5 dənə idi. Bunun axir səhifəsinə də bir göz ataq və qutaraq. Ruhi cismani vardır, ruhi Rabbani vardır. Bu və bunların məbdəi ruhi insanidir. Ruhi heyvani nəfsi əmmarə ilə nəfsi ləvvamədədir. Bunlardan ruhi insani hasıl olur. Seyri bir dədir. Yerdədir, seyri yerdədir. Nəfsi mülhəmə ilə mütməinnədən ruhi Rabbani hasıl olur. Bunun seyri fövqələdədir. Bunlar ruh insaninin xidmətkarləridir. Bu ruh insaninin seyri bədəndədir. Ol bədəndən çıxmaz, çıxdığında sonra geri gəlməz. Ruhi cismani və ol ruhi cismani getdikdən sonra bədəndə qalan ruh əsər madır. Əsər madır. Bilmədim yəni mənə. Əsərri madır. Misli şül bir həqqiyə
məskən qoysun. Bir hoqqəyə məskən qoysun dəxi. Giru ol miski dəxi giröv olməsini. Giröv olməsini həb çıxarasın. Fəhvası qalır. Canın dəxi bədəndən getdikdən sonra əsəri şöylə qalır. Anar ruhi cismani dərlər. Bəlkə əzabi dəxi toyan olur. Toyan, doyan. Yəni eşidən, bilən, hiss eləyən. La ya'lemul qeybə illallah. Axirində görürsünüz, deyir ağa, mən bunları dedim, bu mənim nəzərimdir, düşüncəmdir. Bunlardan məlumatımız yoxdur. Allah bilir ki, nədir. Mən fəqət nəzəriyyə pərdazlıq edirəm, deyir. Çox gözəl kitabla tanış olduq. Bir də qeydim əvvəl cildinə. Cildində üçün bunu yazmışdı kitabların adını. O cildə baxaq. Nədir oldu ki, onun 5-cisini tapmadım. Görürsünüz, burada 5 kitabdan ad gətiribdir. Təriqətnaməni oxumuşduq. Pəs burada bunu qalıbdır. Müntəxəbat tərcümə kitabı İnsan Xanı. Bunu da oxuduq. Feyz-i Qudsiyyəni də oxuduq. Yaxçı. Bu 3 dənə oxumuşuq. Tərcümə Risale Hovuzu da oxuduq. Hovuz qalıbdır. Düzdür, yazmışam hamısını. Hamısını oxumuşuq. Hovzul Həyat və Risale-i Burhanul Arifin və Nəcatul Qafilin. Çox dərin irfan dedikləri şeyi oxudum da kitabın da burada adı Məcmuətur Risalətu fi Təsəvvuf. İndi oldu. Bu da Məcmuətu fi Risalətu Təsəvvuf. Məcmuətur Risaili fi Təsəvvuf. Tamam, bunun da kitabın adı budur, amma ona da bir şərhi yazmağa əlimizdən gəlsə yazarıq. Çox gözəl bir, çox dərin Türk dünyasının, Türk insanının yaratdığı və tərcümə elədiyi dil uyğarlığından, düşüncə uyğarlığından, yazı uyğarlığından, anlayış uyğarlığından, əxlaq uyğarlığından, insanlıq uyğarlığından 6 dənə cüzvə gördük bu günləri. 6 dənə risalə gördük. 2 kitabda. Bir kitabda 5 risalə, bir kitabda 11 səhifədən ibarət. Bu kitab çox qədimi zaman yazılıbdır. Yəni bu 5 risalə içində vardı. Qədimi zaman yazılıbdır. Amma bilmədik hangi zaman yazılıbdır. Əlbəttə, çox rahatca bunun məsələn yazarlarının üzərinə eləyə bilərik ki, tapaq. Bu məsələn Burhanul Arifini yazan adam ki, adı Şeyx Səlim Qadiridir. Bu hangi tarixdə doğulubdur və hangi tarixdə ölübdür? Ya tərcümə Risale-i Hovzul Həyatı tərcümə eləyən insan ki, Mühyiddin Ərəbidir. Onu tərcümə əlbəttə bir nəfər Mühyiddin Ərəbinin kitabını tərcümə eləyibdir. Bu adam əlbəttə bunu eləyə bilsək tapaq, bunun tarixi, məsələn, bilərik hangi tarixdə bu Türkiyə çevrilib, onu tapa bilirik. Çünki məsələn Mühyiddin Ərəbi bilirik ki, məsələn 700 il, 800 il bundan qabaq Allahın rəhmətinə gedibdir. Əlbəttə onu da tapmaq olar da, burada tez yazsaq Mühyiddin Ərəbi cənabları o gələr və onu əlbəttə bir yerdə bunun tarixini oxumuşuq. Mühyiddin Ərəbi Sivlikada baxsaq, görək nə deyir. Burada vurubdur. 1240-da olubdur. 760 il öncə Mühyiddin Ərəbi əgər o olsa, əlbəttə burada da yazıb 1165-də doğulubdur. 1240-da 95 il ömr eləyibdir. Arab Sunni scholar, Sufi, mystic, poet and philosopher who was extremely influential within Islamic thought. Of the 850 works attributed to him, 850 kitab yazmışmış Risalə. Kitab deməyək, bu cür kitabları görməyin. O kitab, Risalədə yəni nəzərin yazılmış bir qonuda o ayrı bir kitab hesab olur, Risalə hesab olur. Ki onlardan əbat 700 ar
considered authentic and more than 400 is still survivor today. Deyir 400-ü hələ əldədir, amma 700-ü deyir şey olubdur. Bəli, bunun məsələn 150-si əslən ələ keçməyibdir. Yəni bilmirik. Qəməri ilinə baxanda 560-da doğulubdur. Yəni indi 1400-dür. Az qala deyim ki, 560-da doğulsa maşın hesabı açsaq bizim şey olar. 1447-dən çıxsaq 560-ı ki doğulubdur, doğulma tarixini tutsaq 887 il öncə Allahın lütfü ilə dünyaya gəlibdir və 95 ildə ömr eləyibdir. Əlbəttə bu da 60, orada 40 olar, burada da 38, 78 il burada yazıbdır. O cür ki yazıbdır 78 il, amma ingilisində nəzərimə gəldi, çox gəlir axı. İngilisində bir ayrı bir şey yazmışdı. 1240-da doğulubdur, 75 il. 75 il yazıblar, ömr eləyibdir. O ehtimalən bu üstdəki yazıblar, bu ayrı bir şeydir. Born əlbəttə yazıb 1165-də, 1240-da da ölübdür. 40 buradan 60 olur. Bu da 60. Burada 60 il olanda, burada da 35 il olanda tamam elə o mən dediyim yerə bu iştibahdır. Fikir edirəm ki, bu iştibah yazıbdır. Hər halda kitablar çox ciddi kitabdılar. Türk dünyasında bir qonuda çox özü bir uqyanusdur. Və biz mütəəssifanə, biz deyəndə özümü burada da nəzərdə alıram. Bu uqyanusdan bir damla belə içməmişik. Getmişik, roman oxumuşuq. Yalan tarix oxumuşuq. İnsafəli hidayət olaraq heç olmasa bir 500 dana roman oxumuşam. Heç olmasa bir 10 ton ruznamə oxumuşam. Heç olmasa. Heç olmasa bir ton məcəllə oxumuşam. Heç olmasa. Heç olmasa bir 2-3 ton ayrı kitablar oxumuşam. Amma ömrümdə gəlib bu haqda məsələn 2 cild kitab oxumamışam. Ciddi. Ciddi deyirəm. Əqil hələ biraz təkamül tapmayıbdır. Elm çox aşağıdır, təcrübə çox aşağıdır, anlayış çox aşağıdır, eşqdən anlayış çox aşağıdır. Hər halda. Heyf olsun dilimizi və təməddünümüzü, xüsusən dedim, düşüncə təməddünümüzü, anlayış təməddünümüzü, yazı təməddünümüzü, din təməddünümüzü, yazı təməddünümüzü, dindən anlayış təməddünümüzü, irfandan anlayış təməddünümüzü əlimizdən alıblar. Və bizim əlimizə maşın veriblər, telefon veriblər, televizyon veriblər, sinema veriblər. Biz bunlarla özümüzün günümüzü keçirdirik, ömrümüzü keçirdirik. O halda ki, hədərə veririk.